Rəşad bəy, salam, xoş gəlmisiniz. Ümumi bugünün mövzusunu təyin eləmişik artıq Rəşad bəylə. Bugünün mövzusu Novruz bayramı haqqında olacaq. Novruz bayramının tarixi keçmişi haqqında olacaq. Novruz bayramının adətləri, ənənələri, tarixi hardan qaynaqlanır? Çünki bəzi bizim Azərbaycan daxilində də elə ellər var ki, düşünür ki, Novruz bayramı bizə Zərdüştdən qalmadır. Bəziləri düşünür ki, xeyr, ümumiyyətlə dindar təbəqə tamamilə düşünür ki, xeyr, bu ümumiyyətlə dinə zidd bir şeydir. Belə ziddiyyətlər var. Və bir qrup millətçilər və tarixçilər var ki, bəzi tarixçilər düşünür ki, bu türkün bayramıdır və hətta dəlillər də gətirirlər, sübutlar, faktlar gətirirlər və məntiqi faktlar da ortaya qoyurlar ki, bəli, bu həqiqətən də türkün bayramıdır. Və bugün də ot çərşənbəsidir. Elə ot çərşənbəsi vasitəsilə buradan hər kəsi salamlayıram. Və indi isə Rəşad bəy, Novruzda ritualların edilməsi əslində nə üçündür və Novruz bayramının özünün tarixi kökləri hara bağlanır? Əsasən budur. Rəşad bəy, mən sizi alıram böyük ekrana. Zəhmət olmasa buyurun. Hər kəsi salamlayıram. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə, Novruz bayramı münasibəti ilə hər kəsi əvvəlcədən təbrik edirəm. Mövzumuz türkü tanımaq Novruzdur. Bu məsələni danışarkən bir neçə başlığa biz inşallah qarşıda nəzər yetirəcəyik. Bir, bu Novruz bayramı ümumiyyətlə İslama zidd bayramdırmı? Və bundan sonra biz Novruz bayramı Zərdüştlük bayramıdırmı? Farslarla əlaqədardır və bu arada qeyd edim ki, bu ikisi də əslində bir-birindən yaxın olsa da fərqli anlayışlardır. Novruz bayramı ilə Ergenekon bayramı arasında hansı əlaqə var? Fərqi nədir? Və təbii ki, Novruz bayramının əsas atributları var. Səmənisi var, paxlavası, şəkər burası, qoğalı var, odu var, kosa və keçəli var. Bunlar nədir? Bunların fərqi nədir? Və biz niyə Silə bayramında qarpız və nar kəsirik? 4 çərşənbə var, bildiyimiz kimi su, od, yel, torpaq çərşənbəsi. Və eyni ilə bunun bayramımız olan Ramazanla bir əlaqəsi ola bilərmi? Ərəb dilində Ramazan nə deməkdir? Və iddia olunur ki, nə dedik? Bu bayram Zərdüştlük ilə və Farsla əlaqədardır. Və bu bayramın yayılma coğrafiyası, arealı nə qədərdir və tarixi nə qədərdir? Buna nəzər yetirməliyik. Və əslində Avropanın özündə də indi günümüzdə ilbaşı yanvar ayında, yanvarın əvvəlində keçirilirsə, əvvəllər necə olub? Bunu nəzərdən keçirəcəyik və mənə elə gəlir ki, bunun üzərinə ümumi bir nəticə əldə eləmiş ola biləcəyik. Elə ilk başladığımız kimi bu bayram İslama ziddimi? Təbii ki, biz ənənəvi İslama baxası olsaq görürük ki, əslində bu bayram İslamın əvvəlki dönəmində, yəni Əməvilər dönəmində, Abbasilər dönəmində yaşayıb. Bu bir zidd bayram idisə niyə yaşayıb? Və günümüzdə nə baş verib ki, bu dinə qarşı qəribə bir qarşıdurma var. Bunları yalnız sual başlığı kimi qoyuram, hər kəs düşünə bilər. Amma mən istəyirəm Qurandan bir neçə ayəni misal gətirim. Quranda Ənam surəsində deyir ki, yer üzündə səyahət edin və görün əvvəlkilərin aqibəti necə oldu. Bunu bəzən yer üzündə səyahət edin, görün yalan sayanların aqibəti necə oldu kimi də tərcümə olunur. Və indi məsələ nədir? Bu Quranda deyir ki, yer üzünü gəzir. Demək ki, Quran bizə yer üzündə nə baş verən hadisələr var, bunu gəzib görməyi əmr edir. Buna bənzər bir başqa bir ayə var Ankebut surəsində, lakin müəyyən qədər də fərqlidir. Yer üzündə səyahət edin və görün ki, Allahın yaratdığı ilk vəziyyət necə olub. Sonra Allahın sonsuz qüdrətə inanmağa başlasınlar. Yenə gördüyümüz kimi burada bizə əmr olunur ki, yer üzünü səyahət edin və Allahın hər şeyi yaratdığının ilk vəziyyəti necə olduğunu görməyimiz, müşahidə etməyimiz bizə əmr olunur. Və bir neçə buna bənzər ayəni də deyib keçəcəm. Onlar yer üzünə səyahət edir, əvvəlkilərin aqibətlərinə baxmalarını söyləmədi ki, onlar da ibrət götürsünlər. Taha surəsindədir. Və Qasiyə surəsində onlar dəvənin necə yaradıldığını düşünməzlərmi? Və ya yenə Qasiyə surəsinin növbəti bir ayəsində qaralan, örtülən o günə bax. Və ya Mülk surəsində o 7 göyü bir-birinə uyğun olaraq yaratmış, Allahın yaratdığı heç bir nasazlıq görməzsən. Onda bir də bax. Görün bir nasazlıq görə biləcəmmi? Bütün bu ayələri niyə misal çəkdim? Yəni Quran bizə əslində
Bax onun yaratdığı nə varsa, yer, gecə, gündüz, heyvanat aləmi, bitki aləmi, bunları görməyimiz, yer üzünü gəzib səyahət edib və onlar haqqında müşahidə aparıb düşünməyimizi tələb edir. Və dolayısıyla biz bizim min illərimizi təmsil edən bayramı, onların atributlarını, əgər bu dinə zidd deyilsə, silahsı olsaq demək əslində nədir? Bizdən növbəti nəsillərin də yer üzünü gəzib müşahidə edəcəyi, görə biləcəyi hadisələri silmiş ola bilərik. Və qəribədir, bəzi dırnaq içində özünü dindar hesab edənlər hansısa bir heykəli partladır və axır. Yəni dolayısıyla Quran bizə demək ki, hadisələrə, təbiətə baxmağı, görməyi və bunun üzərinə düşünməyi, müşahidə aparmağımızı əmr edir. Təbii ki, burada dindar və dinsiz yoldaşlar ola bilər. Kimsənin dininə, dinsizliyinə qarışmırıq. Sadəcə olaraq, yəni bir dindarıqsa, demək ki, biz bu Qurandakı buna bənzər də yetərincə ayə var. Yenidən oxuyub və düşünməliyik. İndi gələk bizim bu Novruz bayramı ilə bağlı olan məsələyə. İlk əvvəl demək qeyd edirlər ki, Novruz bayramı zərdüştlük bayramıdır. Bunu deyənlər ya zərdüştlüyün özü haqqında məlumatı yoxdur, ya Novruz bayramında olan atributlardan xəbəri yoxdur. Lakin gəlin nəzərdən keçirək, biz nə edirik? Novruz bayramında ocağın üstündən atlanılır və deyilir ki, ağırlığım, uğurluğum ocağa. Təbii ki, bu min illərdən gələn bir mifik ritualdır. Amma məsələ bunda deyil. Zərdüştlükdə isə həmin odu qoruyanlar üzünə maska taxır. Ağzını günümüz maskalarına bənzər bir tənziflə bağlayır ki, odu murdarlamasın. Demək, zərdüştlükdə oda yaxınlaşanda nəfəsinin belə oda dəyməməsi üçün ağzını bağlayır, tənziflə bağlayır. Lakin bizim Novruz bayramının rituallarında biz ocağın üstündən atlanıb deyirik ağırlığımız, uğurluğumuz ocağa. Bu ikisini yan-yana qoyduqda təzahür olaraq bu eyni görsənə bilər. Lakin bu zərdüştlük ritualı ola bilərmi? Demək ki, bu iki hadisəni bu günə qədər deyənlər nə zərdüştlükdən xəbər olub, nə Novruz bayramındakı bu ritualdan xəbər olub. Təbii ki, mən sadə məsələləri istəyirəm qısaca deyim, keçək ki, daha sonra digər etimoloji məsələləri, tarixi məsələlərin izahını verim. Və bizim bir bayramımız var, dastanlarla gələn Ergenekon bayramı və bu tarixin türklərin yenidən tarix səhnəsinə çıxmasını və yeni ilin başlanmasını tərənnüm edən bir bayramdır. Dastanın qısa özəti belədir ki, türklər düşmən əlindən qaçır, daha sonra bir dağ vadisində yaşayır, çoxalır və daha sonra dağı yandırıb bir Bozqurdun nəzarətində çölə çıxır. Bu dastan həm Türk xalqının yenidən var olmasını və həmçinin yeni bir ilin başlanmasını tərənnüm edən bir bayram adıdır, Ergenekon. Ergenekon sözü nəyi ifadə edir? Ergən sözü bildiyimiz kimi günümüz türk dillərində hələ də işlək olan bir sözdür. Yeni yetməyə ergən deyilir. Ergən sözünün kökü, ürəmək sözünün kökü və bir də ki, türk dilində, əski türk dilində xalq mənasına gələn gün sözü və kəmik sözünün kökü olan gün sözü ilə eyni kökdür. Və bu gen sözü Hind-Avropa dillərində genetika sözünün kökü, ana mənasına gələn genisus sözünün köküdür. Və dolayısıyla ergən sözünün kökü demək müəyyənləşdirdik ki, ürəmək sözünün kökü olan ür və xalq mənasına gələn gün sözüdür. Hansı ki, Azərbaycan dilində bir frazada da biz bu sözü işlədirik, elim günüm. Və onun sonunda olan ekon hissəsini bəziləri qaya və ya dağ mənası ilə izah etməyə çalışır, lakin bu əslində elə günümüzdə də işlətdiyimiz gün sözüdür. Yəni dolayısıyla bu ergən gün sözlərindən formalaşıb, ergən gün, yəni cavan gün və ya günəşin yenidən doğmasını tərənnüm edən bir addır. Yaxşı, demək ki, biz müəyyənləşdirdik ki, Ergenekon sözünün kökü ergən, yeni yetmə, doğan, cavan mənasına gələn söz ilə gün, günəş sözünün kökü olan gündən formalaşıb. Və indi gəlin bunun üzərinə biz Novruz bayramı haqqında danışmağa başlayaq. Novruz bayramının adı Novruz sözündən olduğu nov, yeni, ruz, gün mənasına gəlib fars dilində formalaşdığı iddia olunur. Lakin qeyd edim ki, bu əgər fars dilində formalaşmış bir ad olmuş olsaydı, o fars dilinin dil qrammatikasına görə Ruze-Nov olaraq deyilməli idi. Və bu arada xatırladım ki, Novruz bayramı bütün türk dünyasında yayılıb və Novruz sözünü biz bu günü rəsmi qrammatikanı qəbul etdikdən sonra Novruz kimi yazırıq. Əslində o bir çox türk dilində və həmçinin dialektdə Novruz kimi ifadə olunur. Yəni dolayısıyla bizə 1926-cı ildən sonra bizə rəsmi Azərbaycan
dili qəbul edildikdən sonra biz onu kitablara Novruz kimi yazmışıq və eyni ilə təbii ki 1926-cı ildən sonra digər türk dünyasında da bu o formada yazılıb. Lakin nə dedim, dialektdə onun v səsi olmayan Novruz formasında olan versiyası da var. Bunu bilmək bizə nəyi verə bilər? 1. Novruz sözünü türklər bir neçə adda ifadə etmişdi. Bunlardan biri eni, qor, az sözündən formalaşıb. Eni yeni sözünün köküdür. Həmçinin Hind-Avropa dillərində olan nov sözünün köküdür. Qor qədim əski türk dilində günəş mənasında, isti mənasında, od mənasında işlənən bir sözdür. Xoruz sözü də o kökdəndir. Qor səs, yəni qoru səsləyən deməkdir. Qarşıda sual verirsə, qor haqqında ayrıca danışaram. Bu haqda da əvvəlki söyləşilərdə mən yetərincə danışmışam. Və növbəti hissə isə az-is hissəsi işıq isti sözünün köküdür. Yəni dolayısıyla eni qoraz yenidən qorun isinməsi, istilənməsidir. Və digər bir hissə isə nar ilə us birləşməsindən Novruz formasında olan hissədir. Biz indi qarşıda yenə danışanda görəcəyik ki, türklərdə nar doğan bayramı da var. Və bu nar bizim düşündüyümüz, bildiyimiz bitki olan, meyvə olan nar deyil. Qədim əski türk dilində və Monqol dilində nar günəş isti mənasına gəlib. Eyni ilə ərəblərdən nur isti mənasına gəlir. Və nar uz yenə həmin buradakı uz is hissəsi isti işıq sözünün köküdür. Necə ki bax bizim dilimizdə bir gün sözü var, bir də günəş sözü var. Buna diqqət etmisinizmi? Yəni bir gün sözü var, bir də günəş. Niyə gün və günəş sözü var? Çünki gün ümumi günəşi tərənnüm edirsə, onun daha sonra qızmar halını formalaşdırmaq üçün əcdadlarımız onun sonuna işıq isti sözünün kökü olan isi əlavə edərək gün isindi mənasında günüz onun daha sonra saatlərin ahəng qanununa uyğun olaraq günüzdən günəş formasına çevrildiyini görürük. Eyni ilə həmin qaydada da nar sözünün sonuna isti işıq sözünün kökü gələrək Novruz sözü formalaşıb. İndi buna qarşı da ayrıca yenidən dəyinəcəm. Yəni dolayısıyla biz Novruz sözünü Zərdüştlüyə aid olmadığını görürük. Onun əslində fars dil qrammatikasında formalaşa biləcəyi kimi türk dilində formalaşa biləcəyini də müəyyənləşdirdik. Və bunun üzərinə Novruzun əsas atributlarından növbətçisi nədir? Bildiyimiz kimi 4 çərşənbə var və bəzi tədqiqatçılar iddia edir ki, burada olan 4 çərşənbə su, od, yel və torpaq çərşənbəsi ola bilsin ki, türklərə aid deyil. Çünki türklərdə bu fərqli formada, yəni yalancı çərşənbə, xəbərçi çərşənbə, ölü çərşənbəsi və ilaxır çərşənbəsi kimi ifadə olunur. Mən qarşıda danışanda Novruz bayramının atributlarına baxdıqda görəcəyik ki, əslində bu türk dilində olan bir məsələdir. Sadəcə olaraq biz son 1000 ildə Səlcuqludan üzü bu yana, Osmanlı, Səfəvidə İslamı qəbul edərkən Novruzu bir balaca arxaya atmışıq, görməzdən gəlmişik. Daha doğrusu harda görməzdən gəlmişik? Saray mədəniyyətində. Və yazılar da ərəb fars dilində yazıldığından bu gün həmin mətnləri fars mədəniyyətinə, kültürünə aid olduğunu deməyə çalışırlar. Lakin bir bayatımızda qabaqda seli gözəl, dalınca yeli gözəl, yaxasında sümbülü, başında eli gözəl bir bayatının olduğunu görürük. İndi başqa bir məsələ var. Novruz bayramı farslara aiddir. Yəni farslar deyəndə demək Hind-Avropa xalqının bir İrani qolu var. Hansı ki oradan farslar, kürdlər, talışlar formalaşıb. Yəni məhz bu İrani qoluna aid edilir ki, demək Novruz bayramı onlarla bağlıdır. Lakin biz bunu müəyyənləşdirməmişdən əvvəl qeyd edim ki, biz qədimdən 40 min ildən üzü günümüzə gələn bir ana tanrıça kültürünün olduğunu bilirik. Daha sonra 7-8 min ildən üzü bugünə bir, üzr istəyirəm, kişiliyi təmsil edən kişi heykəlli rəsmləri olan kişi kültürü və onun paralelində bir buğa kültürünün olduğunu bilirik. Və mən bunun geniş təhlilini vermişəm və müəyyənləşdirmişəm ki, əslində burada olan ana tanrıça deyilən kültür əslində Allahın, yaradanın, təbiəti var edən sifətidir. Sadəcə olaraq qədim insanlar yazını bilmədiyindən Allahın yaradan, doğuran, təbiəti, baharı gətirən sifətini göstərmək üçün daha böyük qadın rəsmləri, heykəlləri çəkməyə çalışmışdı və daha sonra əkinçiliyə başlayan insanlar üçün martın 21-ni müəyyənləşdirib buna uyğun əkinçiliyi də aparması səbəbilə artıq martın 21-ni, yəni yer ilə günəşin birləşdiyi günü, artıq təbiətin isinəcəyi günü müəyyənləşdirmək üçün kişi heykəli rəsmləri ilə günəşi təmsil etməyə çalışmışdı.
Biz bunun izlərinə Şumerlərdə İnnanna və Tamuzi tanrı və tanrıçası, Misirdə Isis tanrıçası və Asiris tanrısına çevrildiyini görürük. Farslarda Mitriyen güneş inancının olduğunu görürük. Anadolu'da Kibela Hatis inancının olduğunu görürük. Ve bu yalnız daha sonra Roma İmperiyasının Hristiyanlığı qəbul etməsindən sonra Roma'da olan pagan tanrıları ve orada olan Roma'nın əvvəlki Saturnalia bayramı ve həmçinin güneşi təmsil edən Sol Invictusa, yani məğlub edilməz güneş kültürünün isiyə sintez olunaraq yeni bir din yaradıldığını görürük. İndi ben bunu qarşıda açacağım. Bunu anlamaq üçün mütləq onunla bərabər Nardoğan bayramını və qış bayramını da anlamaq olmalıyıq. Bildiyimiz kimi türklərdə bir dekabrın 25-də keçirilən Nardoğan bayramı var. Buradakı nar sözü artıq qeyd etdiyim kimi əski türk dilində güneş mənasına gəlir və dekabrın 21-25-də keçirilən bayrama da Nardoğan bayramı deyilmişdi. Səbəb nə? Niyə insanlar iki fərqli bayram keçirirdi? Çünki insanlar bir ən uzun gecənin bitdiyi günü müəyyənləşdirmək və bir də gecə ilə gündüzün bərabərləşdiyi günü müəyyənləşdirib buna uyğun ümumi həyat yaşayış proseslərini düzənləməyə çalışırdı. Artıq qeyd etdiyim kimi Romada dekabrın 25-də keçirilən bir bayram var idi. Saturnalia bayramı. Bu bayramın adının kökü Saturndu. Bu Saturn Roma inancına görə bir əkinçi tanrısı idi. İndi həmin Saturn sözünün də izahını qarşıda verəcəm və bu bayrama əvvəl Neos Natilus Domino deyilirdi. Yəni doğum günü, İsa'nın doğum günü. Daha sonra buna qısaca olaraq Natal və ya fransız fonetikası ilə Noel deyildi. Hansı ki bugün Şaxta babanın digər bir adı olan Noel ki sözü var, əslində o doğum babası deməkdir. Və biz eyni ilə demək İskandinavların bir yul tonqalı qaladığını, bunun yanan közlərinin sönmüş hissəsini daha sonra evlərinə apardığını və burada insanların keçi paltarı, maskaları taxaraq rəqs etdiyi hadisələrinin mənələrcə günümüzə gəlib çıxdığını bilirik. Və eyni ilə proto-slavlarda da keçi maskası taxan, keçi postu geyinən, kürkü geyinən insanların bu qış bayramında rəqs edərək insanlardan hədiyyələr topladığını bilirik. Bütün bu hadisələri bilmək bizə niyə vacibdir? Demək ki, biz görürük ki, dekabrın 25-də keçirilən bayramın arealı çox böyükdür. Demək, türklər Sibir Altay arasında bu bayramı keçirirsə, bu İskandinavlarda eyni ilə bir yul adlı bayram keçirilir. Bu protoslavlarda da var və Roma mədəniyyətində də var. Bu yul sözü nədir? Yul sözü demək bizim dilimizdə yel sözü ki var idi. Hansı ki deyilir ki, türklərdə 4 çərşənbənin adı yoxdur. Əslində buradakı yul əslində yel tonqalıdır. Niyə? Çünki qədimdə qış sözünün sinonimlərindən biri də yeldir. Və bu yel bilmək növbəti bizə hansı faktı verəcək? Biz ağac sözünün kökünün ək və çə kökündən əkəc ağac formasında formalaşdığını, onun tərs kombinasiyası kimi çi əkdən çiçək sözünün formalaşdığını göstərə bilərəm. Və dolayısıyla demək yelək, yəni yel ağacı deməkdir. Hansı ki bu bizim qarşımıza Rus dilində olan yolka kimi çıxır. Bu hansı yolkadır? Bildiyimiz demək şam ağacıdır ki, hansı ki dekabrda onu bəzəyirlər. İndi şam ağacının qarşıda dəyinəcəm. Sadəcə olaraq faktlara uyğun istəyirəm danışım, məsələlər qarışmasın deyən. Demək ki biz ümumilikdə 40 min ildən üzü günümüzə gələn bir ana tanrıça kültünün olduğunu, bunun əslində Tanrının təbiəti var edən sifətinin olduğunu, daha sonra əkinçiliyə başlayan insanların eyni ilə günəş kültünü təmsil edən, kişiliyi təmsil edən bir kişi heykəli rəsmləri ilə günəş kültünü təmsil etməyə başladığını və bunun da paralelində buğa qurban edilən bir kültü formalaşdırdığını qeyd etdim. Və beləliklə bu kült bizim qarşımıza demək Şumerlərdə İnnanna və Tamuzi tanrı və tanrıçası kimi çıxır. İnnanna demək tanrıçadır. İnnanna sözü bizim günümüzdə türk dilində hələ də işlətdiyimiz nənə sözündən fərqli bir şey deyil. Tamuzi isə dan üzü deməkdir. Artıq dediyim hadisələrin üzərinə faktları birləşdirildimi, yəni dolayısıyla nənə, yəni yer və dan üzü, yəni günəş Martın yerində birləşir. Və biz eyni Şumerlərdə burada yerin bir tanrıçaya, bir ilahiyə çevrildiyini, günəşin isə bir tanrıya çevrildiyini görürük. Və eyni kültün biz eyni ilə Misirdə Isis tanrıçası və Asiris tanrısına çevrildiyini görürük. Isis sözü günümüzdəki su sözü ilə eyni kökdür. Hansı ki ondan biz qarşıda görəcəyik ki səməni sözü formalaşır.
O sözü isə günümüzdə olan sarı sözü ilə eyni kökdür. Yenə dolayısıyla günəşi təmsil edir. Və Anadoluda danışdıq ki, demək bir Kibela tanrıçası var. Kibela gəbə sözü ilə eyni kökdür. Ateist artıq gördüyümüz kimi ateş sözü ilə, od sözü ilə eyni kök olan bir addır. Bütün bunları bilmək bizə nəyi verir? Demək ki, bizim bu danışdığımız baharın 21-də keçirilən bayramı Şumerlərdə var, Misirdə var, Yunanlarda var. Və biz bunu düşünürük ki, sanki bu zərdüştlüklə bağlıdır. Hansı ki, bunun həmçinin farslarda Mitriyən günəş inancı dini ilə də davam etdiyini görürük. Yəni, dolayısıyla bu mədəniyyət, bu kültür geniş coğrafiyaya yayılmış bir kültürdür. Lakin bunun biz Şumerlərdən danışırıqsa, demək bu bayramın 5-6 min ildən üzü günümüzə gəldiyini düşünürüksə, biz bunu Göbəkli Təpədən davam edən bir hadisə olduğunu müəyyənləşdirdikdə düşünməliyik ki, ən azı bu bayram 12 min ildir bizə əcdadlarımız tərəfindən həyata keçirilən bir bayramdır. Yaxşı ki, biz bunu Göbəkli Təpə ilə necə əlaqələndirə bilərik? Göbəkli Təpədə demək 2T şəkilli sütun var və onun dairəsində ətrafında 12 sütun var. Buradakı 2 sütunu insanları təmsil etdiyi, kralı və buna bənzər kimsələri isə təmsil etdiyi düşünülür. Lakin mən təhlillərlə göstərmişəm ki, buradakı 2T şəkilli sütun əslində artıq dediyimiz həmin yeri təmsil edən tanrıça və günəşi təmsil edən tanrıdan başqası deyil. Daha doğrusu, bunu biz daha sonra tanrı və tanrıçaya çevirmişik. Əslində bu 2 sütun və digər o mədəniyyətlərdə olan tanrıça və tanrı əslində yer ilə günəşi təmsil edir. Hansı ki, biz onu görəcəyik ki, yalnız Azərbaycan kültüründə bu tanrı və tanrıçalara çevrilmədən var olmuşdu. Digər mədəniyyətlər isə baharın gəlişini bərəkət tanrıçasına, doğan tanrıçalara çevirmişdir. Demək biz Skandinavlarda olan yul tonqalının yel sözü ilə əlaqədar olduğunu və buradan biz yelək sözünün yolka sözünə çevrilməsi haqqında danışdıq. Göbəkli Təpədə 2T şəkilli sütunun yer və günəşi təmsil etdiyini, necə ki Şumerlərdə İnnanna Tamuzini təmsil etdiyini qeyd etdik. Lakin Göbəkli Təpədən yalnız Azərbaycan Novruz xonçasına qədər gələn bir simvollar var ki, bu yalnız Azərbaycan Novruz xonçasında qalıb. Demək, Göbəkli Təpədə həmin o T şəkilli sütunların üzərində ay, hilal, hilalın üstündə dairə, günəş və həmin o dairənin ortasında nöqtə ilə ulduz təmsil olunan bir simvol, yəni üçlü simvol. Ay, günəş və nöqtə. Və biz yalnız Azərbaycan Novruz xonçasında qoğal, şəkərbura və paxlavanın olduğunu bilirik. Qoğal günəşi təmsil edir, şəkərbura ayı təmsil edir, paxlava ulduzu təmsil edir. Və yalnız Azərbaycan paxlavasının ortasında fındıq ilə nöqtə qoyulur. Necə ki Göbəkli Təpədə olan. Və indi düşünün, 12 min ildən üzü günümüzə gələn bir simvol var və biz əslində Azərbaycan Novruz xonçasına və onun atributlarına baxaq, görək biz burada hansısa tanrını, tanrıçanı və buna bənzər kimlərisə tərənnüm edirikmi? Təbii ki, yox. Çünki Novruz bayramında biz xonçaya rənglənmiş yumurtalar qoyuruq. Artıq məcburən bir daha deyim, şəkərbura, paxlava, qoğal qoyuruq, səməni qoyuruq və qurumuş meyvələr qoyuruq. Əslində bu nəyə tərənnüm edir? Yəni Allahın, yaradanın var etdiyi günəş, ay, ulduzun döngüsü ilə növbəti martın 21-i gəlir və necə ki həyat ölübdür, necə ki o xonçada olan quru meyvələr var, onlar səmənini necə ki biz düzəltmişik, Allah da həmin onu yenidən düzəldəcək. Və bu həyatın yenidən yaşamasını biz bir səməni ilə tərənnüm edirik və bir də yumurta ilə tərənnüm edirik. Hansı ki həmin yumurtanı biz yenə eyni ilə Göbəkli Təpədə görürük. Göbəkli Təpədəki simvollardan biri bir quş rəsmidir. Qanadını bu formada tutur və onun üzərində dairə formasında bir simvol var. Və bunun nə olduğunu qeyd edə bilmirlər. Təbii ki, bu artıq bizim Novruz xonçasında hələ də davam edən rənglənmiş yumurtadan başqası deyil. İndi mən yumurta sözünün də qarşıda izahını deyəcəm və bütün puzzle'lar tam bir-birinə oturacaq. Lakin biz rənglənmiş yumurtaları yalnız bizim Novruz xonçasında görmürük. Harada görürük? Xristianlığın Paska bayramında. Nədir? Demək ki, protoslavların əcdadı artıq bunlar bu kültürü özlərim almışdı. Hansısa türklərlə mi rast gəlib almışdı? Bu ayrıca düşünülə bilər. Lakin onlar da demək yumurtanı rəngləyir. Lakin daha sonra xristianlığı qəbul etdikdə onlar artıq bu yumurtaların təbiətin doğmağı,
martın 21-də yer ilə günəşin birləşməsini tərənnüm edən bir bayram kimi yox, artıq İsa'nın dünyaya gəlməsini tərənnüm edən bir bayram kimi formalaşdırdı. Və İsa Peyğəmbərin adı ilə əlaqədar olan yeni ili danışırıqsa, mənə elə gəlir ki, bir dəfəlik bu məsələni də danışım, ondan sonra keçək. Bildiyimiz kimi, xristiyan inancına görə İsa Peyğəmbər çarmıxa çəkilir, 3 gün ölü qalır və daha sonra dirilir və o havarilərinin gözünə görsənir və daha sonra ölür. Və inanca görə o yenidən bir də diriləcək. Yəni dolayısıyla demək, İsa Peyğəmbər 3 gün ölü qalıb və o əslində 3 dəfə diriləcək. Necə? Bir dəfə ana bətnində Məryəmdən doğulub, daha sonra çarmıqda ölür, dirilir və daha sonra isə o 3-cü dəfə geri qayıdacaq. Əslində bu da yenə bizim təbiət hadisələri ilə izah olunan bir hadisədir. Demək, analemma və ya gün 8-i deyilən bir təbiət hadisəsi var. Yəni eyni vaxtda, eyni coğrafiyada, eyni saatda günəşin hərəkətinə baxdıqda onun 8 formasında bir sonsuzluq dairəsi çəkdiyini görürük. Yəni buna dolayısıyla il boyu eyni nöqtədə, eyni vaxtda günəşin göy üzündə mövqeyinin nə cür dəyişdiyini göstərən bir diaqramdır. Və o dekabrın 21-i 25-i arasında üfüqdə ən aşağı yerdə olduğuna görə 3 gün görsənmir. Və o yenidən üfüqdən daha sonra yuxarıya doğru dairə çizir. Yəni dolayısıyla həmin analemma diaqraması dekabrın 21-i 24-i arasında 3 gün üfüqdə gözə görsənmir. Və bu hadisəni, təbiət hadisəsi insanlar mifik dil ilə yadda qalması üçün inanca çevirir. Daha sonra bu isə xristianlıqda İsa Peyğəmbərin 3 gün ölüb qalması, daha sonra yenidən diriləcəyi hadisəsinə çevrildiyini görürük. Və artıq qeyd etdiyim kimi, niyə bu 3 gün? Biz bu 3 günün əslində Misir və Yunan inancında da olduğunu görürük. Və Misirdə demək günəş tanrısı Ra var, daha sonra onu öldürür Osiris, daha sonra isə Horus yenidən var olur. Yəni dolayısıyla biz Misirdə üçləmə tanrının olduğunu görürük. Ra sözü Urru ilk dildəki kök ilə bağlıdır. Yuxarı isti işıq kökünü bildirir. Osiris artıq qeyd etdiyim kimi bizim dilimizdə olan sarı sözü ilə eşdəyərdir, eyni mənalı sözdür, eyni kökdəndir. Sarı bizim dilimizdə günəşi tərənnüm edir, fikir verin. Amma onlar, Misirlər bunu götürüb neyniyib? Bir tanrı adına, sifətinə çevirib. Horus da qor sözü ilə eynidir. Videonun əvvəlində nə dedim? Demək ki, bizim dilimizdə bir gün sözü var və bir də onun sonuna isti işıq sözünün kökü olan isi əlavə edərək günəş sözünə çevirmişik. Və qeyd etdim ki, nar sözünü də eyni qayda ilə sonuna işıq isti sözünün kökü isi əlavə edərək biz naruz, noruz sözünə çevirmişik və eyni ilə qor sözünün sonuna is kökü əlavə olunaraq Horus sözü Misir mifologiyasında bizim qarşımıza çıxır. Yəni dolayısıyla bu 3 dəfə günəşin analemma diaqramında 3 gün görsənməməyini fikir verirsinizmi? Misirlər 3 dəfə dirilən günəş kültürünə çevirir. Eyni ilə Yunanlarda bu Uranos, Kronos və Zevs olaraq yenə üçləmə günəş tanrı kültü kimi qarşımıza çıxır. Uranos sözü nar sözü dedim mən. Bizim dilimizdə günəşi ifadə edir. Həmin nar sözünün tərsi Uranosdur və həmçinin ərəb dilində günümüz Ramazan ayının adıdır. Ramazan ərəb dilində isti, sıcaq, olduqca isti deməkdir. Dil təhlilində indi qarşıda buna dəyinəcəm. Yəni dolayısıyla Uranos sözü yenə günəşi tərənnüm edir. Kronos sözü əslində qor sözü kökündən formalaşıb. Cağatay türkçəsində qurun sözü vaxt mənasına gəlir. Niyə? Çünki qədim insanlarda vaxt yalnız gecə, gündüz və ya günəş ilə təmsil olunurdu. Necə ki dilimizdə də var. Axşamı sevməm, isti sözümüz keçir. Axşamı. Və Zevs sözü də yenə eyli ilə isti işıq sözünü tərənnüm edən bir sözdür. Biz düşünürük ki, Zevs şimşək tanrısıdır. Əslində belə deyil. O ilk yarandığı dövrdə yenə günəşi tərənnüm edən bir ad olmuşdu. Zevs sözündən rus dilində olan zvezda sözü o kökdəndir. Svet sözü, sveta işıq sözü o kökdəndir. Yəni dolayısıyla bu 3 tanrı adı da əslində günəşi tərənnüm edir. Yəni dolayısıyla demək ki, qədim inanclarda insanlar analemma anlayışını bilib, yəni günəşin üfüqdə 3 gün görsənməməyi səbəbi ilə tanrının üçləmə sifətini yaradır. Bu daha sonra bizim qarşımıza İsa'nın 3 gün ölüb daha sonra diriləcəyi anlayışına çevrilir. Bununla bağlı sual verilsə ayrıca danışarıq. Lakin demək ki, biz nəyi müəyyənləşdirdik? Qədimdə insanlar bir qış bayramı olaraq dekabrın 21-də ən uzun gecənin bitdiyi günü bayram etmişdi və bir də martın 21-də
gecə ilə gündüzün birləşdiyi günü tərənnüm etdiyini görürük. Bu yalnız Novruz bayramında tanrılara, tanrıçalara çevrilməyən bir bayram olmuşdu. Və biz bunun həmçinin demək bir neçə kültürdə var olduğunu dedik. Biz eyni ilə Hitit tanrıçası olan Kibelanın bir rəsminin olduğunu bilirik. Həmin dövrdən günümüzə gələn. Demək o bir əlində nar tutur, digər əlində isə bu formada səməni tutur. Gördüyümüz kimi demək nar və səməni Hitit dövründə, yəni ən azı demək 4000 ildən əvvəl günümüzə var olan bir inancdır. Və biz eyni ilə bir çox kültürdə, Şumer kültüründə, Mesopotamiya kültürlərində ortada həyat ağacı və onun sağında solunda qrifon olan varlıqların, yəni qanatlı varlıqların əlində bir çanta və digər əlində isə hansısa bir əşyanı, qozuya bənzər əşyanı tutduğunu görürük. Əslində bu da yenə yumurtanı, təbiətin canlanmasını tərənnüm edir. Kutilərə baxdıqda görürük ki, Kutilər bir bahar bayramı keçirir və onlar buna Zağmuq deyir. Bu Zağmuq nə deməkdir? Bunu müəyyənləşdirmək üçün demək biz bir neçə fakta baxmalıyıq. Demək bizim dilimizdə bir işıq sözü var, bir də ki sağ sözü var. Yəni tərəf, cəhət bildirən sağ sözü var. Niyə sağ sözü var? Demək işıq sözünün kökü is kökü ilə ağ sözünün birləşməsindəndir. Əslində bunlar ilk dildə hər ikisi u məna bildirən, yuxarı mənasını bildirən sahət birləşməsindən formalaşır. Yəni us uq kökündən formalaşır və işıq sözünə çevrilib. Hansı ki oradakı uq hissəsini biz ağ olaraq da işlədirik. Və biz işıq sözünün günəş şərqdən çıxdığına görə biz sağ tərəfi işıq sözü ilə eyniləşdirib bunu həyatın var olmasını simvollaşdıran bir sözə çevirmişik. Bu səbəbdən də işıq, sağ, sağlıq sözünün kökü olan sağ sözünü formalaşdırmışıq və günəşin batdığı tərəfə, yəni sol tərəfə də biz solmaq, zülmət sözünün kökü olan sol sözündən solmaq sözünü formalaşdırmışıq. Və biz Oğuz türkləri sağ tərəfə sağ deyirik. Lakin Orta Asiya türklərinin böyük əksəriyyəti sağ tərəfə onq deyir. Onq. Həmin onq sözü də demək immi kökü ilə ağ sözünün birləşməsindən formalaşıb. Min sözü dilimizdə var, minmək. Məsəl üçün hətta bir bayatıda belə bir ifadə var. Kəhər atının min çıx günəşə deyilən bir fraza var. Həmin buradakı immi kökündən mi ilə ağ sözü birləşib maq sözünə çevrilir. İlk dildə m-nı səs keçidi var. Yəni ilk dildə m ilə deyilən sözlər daha sonra m və ya n-da qalıb. Məsəl üçün ama, ana, mama, nənə. Bunlar əslində eyni kökdür. Və dolayısıyla həmin sözü ilə, demək işıq sözü ilə onq sağ tərəf mənasına gələn sözü birləşdirib Zağmuq, yəni bahar bayramının adını verib Kutilər. Kutilər qədim proto-türk tayfalarıdır. Demək iki dəfə sağ günümüzdə demək Oğuz türklərinin sağ mənasına gələn işlədən sağ sözünü və Orta Asiya türklərinin sağ mənasında işlətdiyi onq sözünü birləşdirərək Zağmuq sözündən günəşin doğmasını ifadə edən bir söz formalaşdırır və bunu martın 21-dəki bahar bayramı adına vermişdir. Və bu zaman düşünməliyik ki, demək ərəb dilinə aid edilən səhər sözü hansı kökdəndir? Demək sağ, artıq müəyyənləşdirdik. Demək biz niyə sağ deyirmiş? Onun işıq söz kökü ilə eyni olduğuna görə və ilk dildə k səsi olub, daha sonra q, x, h, c kimi səslər eyni kökdən formalaşıb. Yəni dolayısıyla üç səsli olan ərəb dilinə aid edilən səhər sözünün, sahur sözünün kökü də bizim dilimizdə olan işıq və sağ kökü ilə də eyni olduğunu deyib keçək. Və Şumerlər demək Novruz bayramına Akutil bayram deyib. Akatlar isə bunu Akuti olaraq qeyd edib. Əslində Akuti sözü ak və ot sözünün birləşməsindən olan bir sözdür. Yəni dolayısıyla Şumerlər də martın 21-də bayram keçdiyi bizə bəllidir və bayramın adı da dilimizdə olan ağ və ot söz kökü ilə formalaşmış akot formasında olub yazılmışdır. Və biz Nardoğan bayramından danışdıq. Nardoğan bayramından danışdıqda mən qeyd etdim ki, demək Skandinavlarda, protoslavlarda yul bayramı deyilən bir bayram keçirilib və o yul bayramı bizim dilimizdə olan yel sözü ilə əlaqədardır və biz yel ək sözündən yolka ağac sözünü formalaşdırmışıq. Və bildiyimiz kimi biz şam ağacına həmçinin kükünar deyirik. Və dilçilər iddia edir ki, kükünar sözü Yunan dilinə aiddir və buradakı kok sözü toxum mənasına gəlir. Lakin qeyd edim ki, bizim dilimizdə də kök sözü yenə ağacın kökü, bitkinin kökü mənasına gəlir. Bu niyə yalnız düşünülməlidir ki, Yunan dilindədir. Lakin məsələ bundadır ki, buradakı kükünar sözü kökə aid olan söz ilə əlaqədar deyil.
Bildiyimiz kimi Azərbaycan türkləri acı-tərə, şüyüd, keşnişə, göyərti deyir. Hansı ki, türklər yeşillik deyir. Yəni dolayısıyla bizim dilimizdə yaşıllığa, yaşıl bitkilərə biz göyərti deyirik. Həmin göy ilə nar sözü birləşərək göynar mənasında bir söz formalaşdırıb. Niyə göynar? Çünki demək türklər bayramda nar qoyur, elə bayramında qarpız qoyur. İndi buna qarşı da dəyinəcəm. Lakin bunlar Sibir Altaya getdikdə artıq buradan nar tapa bilməyəndə, qarpız tapa bilməyəndə o coğrafiyanın bitkiləri kimi artıq şam ağacına göynar mənasında küknar deyib. Bəzi dilçilər, tarixçilər, araşdırmacılar qeyd edir ki, yəni biz türklərin Nardoğan bayramı olduğunu nə cür izah edə bilərik ki, əlimizdə dəqiq faktlar yoxdur. Lakin bizim dilimizdəki sözlərin etimoloji təhlilini verdikdə məlum olur ki, demək bir nar sözü var, hansı ki Çilə bayramında biz qoyuruq və digər tərəfdən də bir küknar var, hansı ki bu da göy nar deməkmiş. Yaxşı, niyə? Çünki demək insanlar qədimdə təbiət hadisələrini artıq qeyd etdiyim kimi ən uzun gecənin bitdiyi dekabrın 21-i, 25-ini və gecə ilə gündüzün birləşdiyi martın 21-ni rituallaşdırırdı ki, bunu növbəti nəsillərə ötürə bilsin. Çünki o dövrdə informasiyanı yazı bilmir, yazı formasında verə bilmir. Və o qədim dövrdəki insan üçün bu təbiət hadisələrini bilmək onun varoluşu üçün ən əsas səbəbdir. İndi biz rahat, konforlu bir həyat yaşadığımızdan düşünürük ki, təbiət hadisələri nə qədər əhəmiyyətlidir. Düşün ki, o dövrdəki insanlar əlində olan qidaları növbəti yaza qədər çatdırmalıdır. Və bunun üçün o ən uzun gecəni bilməlidir ki, ondan sonraki dönəm üçün əlində nə qədər ehtiyat qidasının olduğunu müəyyənləşdirsin. Və eyni ilə martın 21-i, yəni yer ilə günəşin birləşdiyi, baharın gəldiyi vaxtı bilməlidir ki, buna uyğun əkin işlərinə başlasın və ya vaxtında eləməsə, demək onun əkdiyi toxumlar məhv olar və ya vaxtında getməsə, onun dağa çıxartdığı sürü məhv olar və ya gec aparsa yenə məhv olar. Aydındırmı? Və bu səbəbdən də qədim insanlar həmin o təbiət hadisələrini rituallaşdıraraq nəsildən nəsilə ötürürdü. Və bu nəsildən nəsilə ötürmə də təbii ki, nə cür baş verməlidir? O demək, tayfanın, ağsaqqalı, piri, kamı, maqı həmin günü müəyyənləşdirdikdə xəbər salınırdı və həmin tayfaya tabi olan hər kəs yığılırdı və artıq həmin günün gəldiyi şölələrlə, bayram ilə, müəyyən simvollarla, rituallarla hər kəsə qeyd olunurdu ki, bu artıq gəlib. Çünki yenə deyirəm, o dövrdə günümüz texnologiyası yoxdur ki, kiməsə zəng vurulub desin, kiməsə SMS göndərilsin. Aydındırmı? Və bu səbəbdən də yazı bilməyən insanlar günəşi nar ilə tərənnüm edirdi. Nar niyə? Bir, nar sözü ilə eyni kökdür. Lakin bitki nar, ummu kökü aşağı yer kökü ilə formalaşıb. İşıq isti mənasına gələn nar isə ummu kökü ilə formalaşıb. Təbii ki, qədim insanlar bunun hansı köklə formalaşdığını bilmir. Amma demək, narın həm günəşi, həm yerdəki bitkini ifadə etdiyini və narın da qırmızı rəngi olduğunu bildiyinə görə nə edirdi? O, həmin o narı, həmin qoru, həmin günəşi, həmin o qırmızı meyvə ilə, nar ilə tərənnüm edirdi. Və eyni ilə nə ilə tərənnüm edirdi? Qarpızla tərənnüm edirdi. Və həmin o qarpız sözü də əslində qor, yəni günəş sözünün kökü olan qor və su kökünün birləşməsindən formalaşan bir sözdür. Təbii ki, narı və qarpız sözünü farslara aid olan bir söz kimi deməyə çalışırlar. Niyə? Çünki demək, nar farslarındırsa, qarpız farslarındırsa, təbii ki, bunu türk təfəkkürü formalaşdıra bilməz. Lakin biz həm qarpız sözünün, həm nar sözünün türk dil kökü ilə açıldığını görürük. Bu artıq Proto-Hind-Avropa xalqı, Proto-Hami-Sami xalqı, Proto-Türk xalqlarının birlikdə yaşadığı dövrdəmi formalaşıb, yoxsa yox, bu ayrıca sualdır, ayrıca düşünülə bilər. Lakin bunların hər biri, bax gördüyünüz kimi, hansı adı dedimsə, hər birini günümüzdə işlətdiyimiz türk dilindəki sözlərlə açmışam. Yəni elə bir söz yoxdur ki, düşünək ki, o türk dilində yoxdur və başqa cür açmalıyım. Və dolayısıyla demək, nədir? Çilə bayramını nar və qarpız ilə simvollaşdırırdısa, daha sonra Sibir Altaya gedənlər artıq qarpızın olmadığını, narın əl çatan olmadığı üçün nə dedi? Göy nar. Yəni küknar ağacı ilə onu tərənnüm etməyə başladı. Demək ki, onda küknar ilə tərənnüm edirdisə, onda günümüz coğrafiyasında, bizim Azərbaycan türklərinin yaşadığı coğrafiyada olan türklər yaxşı bunu nə ilə tərənnüm edirdi? Təbii ki, səməni ilə tərənnüm edirdi. Yaxşı, səməni sözü necə formalaşıb? Səməni sözü Hind-Avropa dillərində toxum mənasına gəlir, xalq mənasına gəlir və bunu araşdıran Hind-Avropa dilçiləri nə deyir? Bu semen sözü
toxum sözü yazılı qaynaqda olmayan bir sözdən formalaşır. Fikir verirsinizmi? Türklərə deyirdilər ki, sizin dilinizdə olan sözləri ona görə qəbul etmirik ki, sizin dilinizdə məsəl üçün hansısa sözlər var ki, onların yazılı qaynağı yoxdur. Dolayısıyla hansı yazılı qaynaqda o varsa, onu biz həmin xalqa aid edirik. Yəni məsəl üçün filan söz fars dilində varsa, biz onu fars dilinə aid edirik. Amma Hind-Avropa dilində olan semen, toxum, xalq, ailə, rus dilində ailə mənasına gələn semya sözünün kökünün özləri də qəbul edir ki, yazılı qaynaqda olmayan bir kökdür. Yaxşı, bu söz necə formalaşıb? Təbii ki, bunu istənilən dilçiyə desən nə cür formalaşıb, izahını verə bilməz. Səməni sözü su, bildiyimiz su və ama, ana, nənə, mama söz kökü ilə birləşib su ama sözündən formalaşıb. Su sözü türk dilində və qədim kültürlərdə yaşam, həyat mənasına gələn söz olub. Hətta bir frazada günümüzə qədər işlənirdi. Artıq az işlək söz olsa da. Hansısa yaşlı adama və ya orta yaşlı bir adama nə deyilir? Hər şey hələ canı suludur. Aydındırmı? Və eyni ilə su sözü ilə tir, ağac mənasına gələn söz birləşib olur sütür. Sütür sözündən bizim dilimizdə şitil və sütül sözü var. Sütülü nəyə deyirik? Qarıqdalının o bitkisi ki var, onun qarıqdalı olmayan versiyasına, daha hələ cavan olan versiyasına nə deyirik? Sütül. Və ya insanın cavanına nə deyirik? Sütül. Həmin o tir sözü də dolayısıyla türk dilinə aid olan sözdür. Təbii ki, Avropa dillərində də var. İngilis dilində tiri, rus dilində derevi olaraq, amma bizim dilimizdə də bu söz olub. İki fraza deyim, bunlardan biri budur ki, gözündə tiri görmür, gözümdə tük axtarır. Bu frazanı işlədirik. Necə olur ki, bu tir sözü bizə aid deyil, amma frazada işlətmişik. Və ya deyil, qorxusundan tir əsir. Qorxusundan tir əsir əlində ağac kimi əsir. Yəni, sən qədimdə əsən başqa hansı bir obyekt görə bilərsən ki, onu ifadə edə bilərsən. Yəni, dolayısıyla demək, biz su kökündən tir ilə birləşib şitil, sütül sözünə çevrildiyini görürük. Həmin su ilə ama sözü birləşib səməni sözünə çevrilir. Hind-Avropa dillərində bu ailə, toxum mənasına gəlir. Bizim dilimizdə sümük sözünün köküdür. Sümük, yəni insanın əsas strukturunu ifadə edən sözün köküdür. Və həmin sümük sözünü çox təəssüf ki, türk dilçiləri sümürmək, yəni dartmaq sözündən olub, üzr istəyirəm, burundan axan sirk mənasında işlədir. Və qəribə olan nədir? Təsəvvür eləyən, Türkiyədə o qədər dilçi yanında qardaş dediyi Azərbaycanda sümük sözünün burun sirkini yox, insanın əsas strukturunu ifadə edən kəmik sözünün sinonim olduğunu bilmir. Aydındırmı? İndi bu səməni sözünü bilmək niyə vacibdir? Çünki bu səməni sözü qədimdə var olmuş bir kültürdür. Niyə? Həmin su, ama nənə sözündən səməni sözü var. Su amanın tərs kombinasiyası kimi ama sudan demək mas sözü var. Həmin mas sözünü Bilqamişin anası kimi qarşımıza Nins olaraq çıxdığını görürük. Bilirsiniz də dünyanın ilk dastanı Bilqamiş dastanıdır. Onun anası Ninsudur və o tarixçadır. Əslində demək bu nədir? Ninsu yenə bax həmin dediyimiz təbiəti var edən mənasına gəlir. Və ya Nisa sözü. Nisa sözü ərəb dillərində qadın mənasına gəlir. Bir surənin adı nədir? Həmin Nisadır. Yəni xatırlamaq üçün deyirəm. Və eyni ilə bir ayın adı Nisandır. Türklərdə olan Nisan, aprelə dediyi söz var. Nisan. Bu Nisan Şumerdən üzü günümüzə gələn bir addır. Nisan ilk meyvə mənasına gəlir. Nas kökündə sının tılaşması ilə natın Hind-Avropa dilində doğmaq mənasına gəlir. Bax, fikir verin, ha, fərqli dil ailəsindən danışıram. Şumerləri onların dediyi kimi elə deyək. Bilinmir hansı dil aiddir. Demək, orada Bilqamisin anasının adı Ninsudur. Ərəb dilində Nisa qadın deməkdir. İnsan sözü də o kökdəndir. Və Nisa bahar bir ayın adıdır. Aprel ayına qarşılıq gəlir və eyni ilə Şumerdən günümüzə olan bir ay adıdır. İndi fikir verin. Həmin o mas sözündə tılaşma ilə mat sözü bizim qarşımıza rus dilində ana mənasında çıxır. Amma ruslara gedib desən ki, sənin o ana dediyin sözü nədir? Onun izahını verə bilmir. Və bəzi dilçiləri də iddia edir ki, mat sözü yəqin ki, hansısa söyülmə frazasından daha sonra ana mənasına çevrilibdir. Və həmin mat sözündə tının yılaşması ilə may Yunanlarda bahar, bərəkət tanrıçasının adıdır. Hansı ki, bizim qarşımıza may ayının adı kimi çıxır. Və eyni ilə umay sözü ki var, bizim dilimizdə olan. Həmin may sözü ilə eynidir. Fikrim aydındırmı? İndi düşünün ki, səməni, onun nat kökü, mat, may, umay kökü fərqli coğrafiyalarda var. Və bu arada qeyd edim ki, semen sözü Misirlərdə də arpa düzəldirmişlər və ona da semen deyiblər. Yəni Misirdə də yenə səməni kültürü var.
Demək ki, biz bütün bunları müəyyənləşdirdikdə gördük ki, doğum, yenidən doğulma sözü bir səni kültürü ilə bağlıdır, hansı ki, onu biz konkret türk dilində rahat açırıq. Fars dilində su sözü var, rus dilində var, ingilis dilində var, ərəb dilində var. Yox, yoxdur. Aydındırmı? İndi bunun biz arxeoloji qazıntılarla qarşımıza çıxacağını görəcəyik. Bir Şumer İnnanna heykəli bir qadındır. Adı nədir? İnnannadır. Əlində su qabı tutur. Bu formada. Bax, bu formada qab tutur. Su, İnnanna. Su nənə, səməni. Demək ki, biz bir arxeoloji qazıntıda da səməni sözünün bir İnnanna tarixçasında eni ilə su nənə, su İnnanna formasında olduğunu görürük. Bu kültürün biz daha sonra türk daş nənələrində görürük. Türklərin də daş nənələri əlində bu formada qab tutur. Bu daş nənələrin sayı hesabı yoxdur. Aydındırmı? Demək 1000 ildən, 12.000 ildən üzü günümüzə gələn bir kültür davamlılığını və həmçinin etimoloji dil təhlilləri ilə açıldığını görürük. Yəni dolayısıyla demək ki, bir bu səməni bizim 1000 illərimiz imiş. 1000 illərimiz. Quranda nə deyirdi? Yer üzünü gəz, gör, araşdır. Amma biz nə deyirik? Səməni bizim deyil. Səməni zərdüştlüklə bağlıdır. Zərdüştlüğün yaşı neçədir? Və biz görürük ki, demək 12.000 ildən üzü bu günə gələn bir kültür var. Və bu bahar kültürüdür. Hansı ki onu da yaradan yaradır. Və bunu da eyni ilə biz 1000 illərimizi, insanlıq tarixini açanda bunların hər birini aydın görürük. Demək ki, Azərbaycanda bizim o bəzi dindar qardaşlarımız dediyi kimi səməni ləğv eləmiş olsaydıq, şəkərburanı, qoğalı, paxlavanı ləğv eləmiş olsaydıq, nə idi? Demək, Göbəkli Təpədəki simvolun izahını verə bilməzdik. Səməni sözünün nə mənaya gəldiyini verə bilməzdik. Çünki bu Hind-Avropa dilində açıla bilməz. Hind-Avropa dilində su sözü vote sözündəndir. Onun da izahını verə bilərəm. Türk dilində bir su kökü var, bir ubbu kökü var. Hansı ki, bulaq, bulud, buxar sözünün köküdür. Suub kökündən sap sözü var və onun tərs kombinasiyasından buz kökü var. O buz kökündə sının tılaşması ilə vat sözü Hind-Avropa dillərində su mənasına çevrilibdir. Vote ingilis dilində, vada rus dilində və l-axır. Bu ayrıca danışıla bilər. Yəni əsas məsələ budur ki, Hind-Avropa dilində bu olmadığından onun dilində semya sözü, semen toxum sözü qalsa belə su sözü olmadığından bu açıla bilməz. Demək ki, bu səməni 12.000 ilimizə şahiddir. 12.000 ilimizə. Görən bizim ən yaxşı dindarımız, ən yaxşı millətçimiz, fərqi yoxdur, ən yaxşı siyasətçimiz neçə ilimizə şahidlik eləyir. Və Quran deyir ki, yer üzünü gəz, gör, araşdır, müşahidə elə. Yox elə demir. Biz bu Qurandan hər şeyi yox eləmə anlayışını nə cür çıxartmışıq, mən bilmirəm. Və bütün bunları danışdıqdan sonra demək biz Şumerlərdə Akitu bayramının olduğunu, bunun Ağod mənasına gəldiyini gördük. Nisan sözünün yenə Nas-Mas kökü ilə əlaqədar olduğunu gördük. Və Aprel sözü ki var, Nisan ayının adı. Aprel sözünün də kökünü ola bilsin ki, deyirlər bu Hind-Avropa dilində açmaq mənasına gələn kök ilə əlaqədardır. Lakin qeyd edim ki, buradakı Aprel sözü də demək bizim ön-türk dilində açılan ev, oba sözünün kökü olan ev, onun saiti sağa keçən üç səsli kökündən əbə, bunun vılaşması ilə eva, saiti sağa keçən 2 dəfə təkrarından 4 səsli olaraq bəbə, ingilis dilində olan baby və onun saiti sağa keçən b və ür sözünün birləşməsindən bir sözü formalaşır ki, bu bizim dilimizdə pir sözünə çevrilir və Hind-Avropa dillərində borun doğmaq mənasına gəlir. Və bizim bir faydamız var. Atalar uşağına nə deyir? Belimdən gəlir. Həmin o yerin əkilməsini ifadə edən bel sözü bax həmin bu kökdəndir. Yəni dolayısıyla türk dilində olan ev, onun 3 səslisi olan əbə, onun vılaşması ilə eva, 4 səslisi olan bəbə və saiti sağa keçən kökündən bel sözü formalaşır. Yəni ev, o evin içində olan qadın, əbə, onun vılaşması ilə o Hami-Sami dillərində ilk anıya çevrilir. Bəbə onu doğuran evin içindəki uşaqdır. Bel isə evdəki kişini təmsil edən bir sözdür. Və bu həmçinin demək aprel ayının adına da çevrilibdir. Və mən nə dedim? Demək biz Göbəkli Təpədə bir quşun olduğunu və əlində bir dairənin tutulduğunu bilirik və tarixçilər, arxeoloqlar bunun izahını verə bilmir və mən qeyd etdim ki, bu yumurta sözüdür. Hansı ki biz onun izini harda görürdük? Novruz bayramında rənglənmiş yumurtada və harda görürük? Paska bayramında olan yumurtada. Və həmin quş ilə yumurtanın eyni anda görünməyi bilirsən nədir? Biz türk dilində nə deyirik? Uşaqlara soruşanda əvvəl artıq dilimizdə işlənmir. Əvvəl uşaqlar soruşanda mən dünyaya nə cür gəlmişəm, nə deyirdik? Deyirdik səni Hacı Leylək gətirir. Yəni dolayısıyla
Hacı Leylək də dırnaq içində deyil. Səni bir quş gətirib. Aydındır əziz qardaşlarım. İndi fikir verin. Göbəli təpədə quş əlində yumurta can var. O sözün min illəri keçərək türk dilində, Azərbaycan türkçəsində uşağa səni bir quş gətirdi deyildiyini görürük. Daha maraqlısını deyimmi? Və qayıdıb ölənlərə nə deyirik? Əski türk dilində uçmağa vardı. Yəni dolayısıyla sən bir quş ilə gəlmisənsə, onu artıq rəsmləşdirdiyindən daha sonra həmin o rəsmləşdirmə məntiqinin tərsi kimi də ölməyə getməni də uçma ilə izah etməyə çalışıbdı əski türk əczatıları. Acı olan nədir? Acı olansa budur ki, bizim tarixçilər, dilçilər onlara olan diktə ilə qeyd edir ki, uçmaq sözü ola bilsin ki, türk dilinə soq dilindən gəlib. Yəni soqdular da farsların bir qoludur. Yəni ölümü ifadə edən uçmaq sözü. Lakin hadisələri, bütün puzzle'ları bir yerə yığdıqda görürük ki, demək əslində uçmaq elə bildiyimiz uçmaqdır, fərqli bir söz deyil. İndi bütün bunların üstünə biz yumurta sözündən danışacağıq. Düşünə bilərsiniz ki, yumurta sözündən niyə danışırıq və ya nə qədər əhəmiyyətlidir. Yumurta sözü demək aşağı mənasına gələn onmo kökündən formalaşır. Hansı ki, həmin onmo kökündən ama, mının nılaşması ilə ana, 2 dəfə təkrarından mama, mının nılaşması ilə nənə sözü formalaşır. Demək bu arada bizim dialektlərdə atanın bacısına deyilən mama sözü ki var, o bizim dilimizə Rus dilindən gəlmir. Eyni ilə Cənubi Azərbaycanda anıya hələ də bir çox dialektdə elə mama deyilir. Demək ki, bu da kənardan gəlməyib. Mama daha sonra onun mının nılaşması ilə o nəniyə çevrilib. Və eyni ilə Şumer dilində anıya ama deyilir, bizdə ana deyilir və bəziləri düşünür ki, demək ola bilsin ki, türklər ilə Şumerlər yan-yana yaşadığından burada ama ana sözü alınıb. İndi hansına verib. Lakin mən videonun əvvəlində nə dedim, danışığın əvvəlində nə dedim? İlk dildə m səsi olub, daha sonra n səsinə çevrilib. Demək ki, ilk türk əcdadları ama deyir, daha sonra n səsi ayrılandan sonra bəzi dialektlərdə bu anıya çevrilir. Və uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanda İlisu dialektində əmə deyilir. Amma onlar düşünür ki, bu əmə sözü əm sözündəndir. Təbii ki, həmin əm sözü də onmo kökündəndir. Amma bu əm yox, elə ana sözü ilə eyni kökdür. Həmin onmo kökündən olan on, ürəmək sözünün kökü olan ür və dişi toxum sözünün kökü olan tonun birləşməsindən umurtda sözü formalaşır. Biz bir çox dialektdə umurta deyildiyini bilirik. Amma düşünürük ki, orada y səsi düşüb. Əksinə, orada y səsi düşməyib, orada daha sonra y səsi gəlib. Yəni dolayısıyla demək yumurta sözü orta kimi formalaşır və həmin sözə daha sonra y səsi gəlir. Və düşünə bilərsiniz ki, bunu bilmək nə qədər əhəmiyyətlidir. Mən ilk dilin təhlilini vermişəm və göstərirəm ki, 2 səsli sözlərdə birinci kök Sait Samitdir, ikinci kök Sait Samitin sağına keçən köklərdir. Və Sait Samitin sağına keçən kökündə 2 formada söz formalaşdırılır. Bir onun xarakterini açan sözlər, 2 onun zid mənasına gələn sözlər. Və mənim dediyim qayda doğrudursa, umurta, yaşam, həyat mənasına gəlirsə və bizim əcdadlar onu bir quşun yumurtasının adına veribsə, onda onun saati sağa keçən mort kökündən onun ziddi olan söz formalaşmalıdır. Mort sözü Hind-Avropa dillərində ölüm mənasına gəlir. Rus dilində umer sözü var ki, onun qarşındakı u səsi öl sufiksdir, onun kökü merdir və ya simert sözü, yəni onun kökündəki s sufiksdir, mertdir və ya Hind-Avropa dillərində qatil mənasına gələn morder sözü, ölümcül mənasına gələn mortal sözü, hansı ki oyun var idi, oynuyorduk, Mortal Kombat. Həmin o ölümcül mənasına gələn oradakı mortal sözü, yumurta sözünün saati sağa keçən mort kökündəndir. Fikir verin, yumurta yaşamı bildirir, onun saati sağa keçən kökü, mort sözü isə ölümü bildirir. Amma qəribə paradoks var. Qeyd edirlər ki, bu yalnız Hind-Avropa dillərindədir. Bizim dilimizdə mərət sözü var. Deyirlər, yox, siz bunu farsdan almışsınız. Dilimizdə murdar sözü var. Deyirlər, yox, siz bunu farsdan almışsınız. Amma dilin necə yaranma mexanizmini deyirəm, ölümün ziddi olan yaşama ifadə edən umurtda sözü Hind-Avropa dillərində yoxdur. Aydındır? Bu bizə tarixin, yaradanın ədalətidir. Bizim hər şeyimizi məhv ediblər, amma sözlərimiz elə formada var olub ki, elə nişanələr qalıb ki, yəni biz onunla digər itmiş bütün sözlərimizi geri qaytara bilirik. İndi fikir verin, Hind-Avropa dilində olan mortal sözünün niyə yarandığını da bilinir. Amma mən bunu umurta, onun ziddi olan mort sözünün kökünü izahını verəndən sonra məlum olur ki, demək, o mərət və murdar sözü fars dilinə aid deyil. Ən yaxşı halda ortaqdır. Ən yaxşı halda. Və indi həmin o umurtda sözünü biləndə başqa bilirsiniz nə məqamı çıxır? Umurtda sözündə onun daha sonra düşməsi ilə mart sözü qarşımıza çıxır. Mart hansıdır?
Bax, indi günümüzdə Novruz bayramını təmsil edən bayramın adı Mart. Və tarixçilər iddia edir ki, buradakı Mart ola bilsin ki, ölüm tanrısı olan Mars ilə əlaqədardır. Lakin Mart nədir? Mart təbiətin oyanışıdır. Demək ki, o Mart nəymiş? Umudda sözü ilə eyni kök imiş. Daha digər sözlərə keçmək istəmirəm. Ümumi bunu deyim ki, ərəb dilində olan Rəhman, Rəhim sözünün kökü olan, Akkad dilində olan Remu sözü yenə bu umurtda kökündəndir. Remu ana bətni deməkdir. Rəhim, Rəhman sözü də bu kökdəndir. Yəni dolayısıyla Allahın sifəti olan Rəhim, Rəhman ana bətni söz kökündən formalaşıb. Yəni hərfi mənada ana kimi qayğıkeş olmaq deməkdir. Yəni Allah rəhmlidir deyəndə ana kimi sənə rəhm eləyir, ana kimi sənə yazığı gəlir, ana kimi sənə qayğı göstərir deməkdir. Və ərəb dilində ömür sözü, onun qarşısına tək gələn təmir sözü, eyni ilə umurtda söz kökü ilə bağlıdır. Rus dilində dünya mənasına gələn mir sözü, Hind-Avropa dillərində evlənmək mənasına gələn mər sözü, Məryəm sözünün kökü, sevgi mənasına gələn amor sözü bu kökdəndir. Və ərəb dilində olan mat, meyit sözü də yenə bu kökdəndir. Şahmat deyəndə əslində şah öldü deməkdir. Yəni burada yumurta söz kökü ilə bağlıdır bütün bunlar. Novruzun digər iki atributu var, keçəl və kosa. Düzdür? Düşmən olduğumuz keçəl və kosa. Keçəl və kosa görən nəyi tərənnüm edir? Qeyd edim ki, bu arada keçəl və kosa demək İranda yalnız Cənubi Azərbaycan türklərinin keçirtdiyi bir kültür olub. Necə ki, indi bizdə bayramı tərənnüm edən rituallarda, oyunlarda keçəl və kosa var. Eynilə Cənubi Azərbaycanda var. Bu farslara aid olan bir kültür deyil. Və düşünə bilərsiniz ki, burada iki dənə komik, uşaq başı qatan şəxs oyun oynayır. Bu nə qədər əhəmiyyətlidir. Məsələ bundadır ki, buradakı keçəl keçini tərənnüm edir. O keçi də qışı tərənnüm edir. Kosa isə öküzü və quzunu tərənnüm edir və o da yazı tərənnüm edir. Büstləri gözümüzün qabağına gətirsəz, demək keçi hansı aydadır? Noyabr ayında, yəni qışda. Bax, həmin o bürcün yaranma mexanizmi də budur. O dövrdə artıq qışın çıxa-çıxında keçilər görünür, qurban kəsilir və daha sonra da göydə, ulduzlarda o keçini bənzədilən ulduzları tapılır və buna keçi oğlaq bürcü deyirik də biz indi. Mən sadəcə olaraq aydın olsun deyən keçi dedim. Və martda balıq bürcündən sonra qoç bürcü, daha sonra isə buğa bürcü gəlir. Və o öküz quzu sözü də hər ikisi eyni kökdəndir. Yəni dolayısıyla demək, bunlar həmin dövrdə bürcləri tərənnüm edən simvollaşdırılmış personajlardır. Hansı ki, nə dedik? Skandinavlarda keçi maskası geyinən adamlar var idi. Xatırlayırsınız? Dedim. Və eynilə proslavlarda keçi maskası postu geyinənlər var. Bax, fikir verin. Protoslavlar Skandinaviyada yaşayır, oradan biraz aşağıda yaşayır və Azərbaycanda. Cənubi Azərbaycanda türklər hələ də Novruz bayramında keçi oyuncaqlarını nümayiş etdirir, rəqs etdirir. Bu kültürün neçə min ildən var olduğunu bəllidir. Yəni dolayısıyla burada olan personajlar, burada olan ritualların heç biri dini rituallar deyil. Azərbaycanda keçi və kosa hansı dini ritualı tərənnüm edir ki? Amma bu sadəcə olaraq fikir verin, biz bu faktları biləndə, demək Azərbaycanda, Azərbaycan türklərində bürc kültürünün də olduğunu, bunu hansısa personajlara çevirdiyini də görürük. Və indi bunun üzərində də ayrıca araşdırılmalıdır ki, həmin bu bürclər insanlığın ortaq kültürüdür, yoxsa türklər kimdən salıb, yoxsa elə türklər bunu yaradıbmış. Fikir verirsiniz, yalnız bizim komik görüb, güldüyümüz, dırnaq arası baxdığımız iki personajdan nələri müəyyənləşdiririk. Və Novruzun əsas simvolları nədir? Növbəti sona qalan paxlava, qoğal, şəkərbura. Artıq bu haqda danışdım. Bu göbəkli tərəfdə demək hilal, dairə, ortasında nöqtə olan üçləmə simvolu var. Bu Novruz xonçasında hələ də var. Fars bayramıdır Novruz. Farslarda şəkərbura var, Farslarda qoğal var, Farslarda paxlava var. Yoxdur. Və qəribə bundadır ki, bizim saysız hesabsız bu günə qədər olan bu sahənin sahə ilə maraqlanan tədqiqatçılar var. Bunlar bunu niyə görməzdən gəlib? Başa düşürsünüz? Yəni biz Farsdan aldığımız bir kültürdürsə, biz bu kültürü bilməmişik. Biz əkinçiliyi bilməmişik. Amma nə etmişik? Durub paxlava bişirmişik. Durub qoğal bişirmişik. Durub şəkərbura bişirmişik. Və bu arada da qeyd edim ki, bu şəkərburanın tərkibi min illərdə fərqli ola bilər. Yəni fikrim aydındır, içində qozun döyməsi ola bilər, olmaya bilər, balla bişirilmiş ola bilər. Burada əsas məsələ nədir? Həmin o kökələrin həmin simvol formasında bişirilməsidir. Lakin bununla bərabər artıq
biz onun daha sonraki dönemlərdə də içindəki tərkibin tam fərqli olduğunu görürük. Və bu yalnız Azərbaycan türklərinə məxsus olan bir şeydir. Nə Osmanlısında var, nə Səfəvi Qacarlarında var. Farslarla onlar daha yaxındır, daha çox əlaqədədir. Və Göbəkli Təpədə quş rəsminin üstündə olan bu naxışa diqqət edin. Dəniz dalğasını xatırladan naxış və bu naxış bizim Azərbaycan şəkərburasında dəyişmədən qalmışdı. Bu bir təsadüfdür, ya min illərin bizə bir ərmağanıdır, tarixin ədalətidir. Düşünməyə dəyər. Suallarımızdan biri də buydu ki, yaxşı, qədim Romalılar il başına əvvəllər nə ilə başladırdı? Hal-hazırda yanvarda başlayır, düzdür? Lakin demək, ingilis dilində olan, bizim dilimizdə işlətdiyimiz sentyabr sözü Hind-Avropa dillərinə aiddir və september sözündən gəlir və 7 deməkdir. Oktyabr sözü 8, ingilis dilində olan 8 sözündəndir və 8 deməkdir. November ingilis dilində olan 9 sözündəndir, 9 deməkdir. Dekabr sözü də dekta sözündən olub, yəni Hind-Avropa dillərində Latın dilindən 10 deməkdir. Yəni dekabr 10-cu aya düşürsə demək, qədimdə ili nə ilə başladırmışlar? Martdan başladırmışlar. Aydındır? Yəni bu daha sonra xristianlığın qəbulundan sonra müəyyən dəyişikliklər olub. Və bu arada bizə nə deyirlər? Türk dili inkişaf eləməmiş bir dildir. Fikir verirsinizmi? O nəhənglikdə Hind-Avropa mədəniyyəti bayramların adını nə qoyub sadəcə olaraq? 7, 8, 9, 10. Və biz də sentyabr, oktyabr, noyabr, dekabr adını almışıq. Və düşünürük biz geri qalmışıq, onlar da inkişaf edir. Təbii ki, hal-hazırda müəyyən sahələrdə inkişaf edib, olduqca çox inkişaf edib. Bundan danışmıram. Dil kökündən danışıram. Biz onu 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay desək özümüzə gülərik, amma fikirləşirik onlar nəsə fərqli hansısa sözləri kəşf edib. Məlum olur ki, heç nə kəşf etməyib. Sadəcə olaraq say deyib. 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay. Və mart ayının artıq yumurta sözündən formalaşdığını dedik. Aprel ayının Nisan sözü ilə eyni olduğunu dedik. May ayının da rus dilində ala mənasına gələn, Yunanlarda bərəkət tanrıçası mənasına gələn may və bizim umay sözü ilə eyni olduğunu mən dedim. Və beləliklə ümumiləşdirəsi olsaq demək, bizim dilimizdə gün sözü var. O gün sözünün qarşısına biz ərgən sözünü qoyub ərgənəkon sözünü formalaşdırmışıq. Gün sözünün sonuna demək isti işıq sözünün kökünü qoyub günəş sözünü formalaşdırmışıq. Və bu sözün tərsi kimi onq sözü Orta Asiya türklərində sağ mənasına gəlir. Yəni cəhəti bildirən sağ. Demək nədir? Elə isti işıq mənasına gəlir. Demək ki biz baxası olsaq türk dialektlərində mütləq onq, monq sözünün isti mənasına gələn sözünü görə bilərik. Və eyni ilə qor sözü var. Qor sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib biz qorus sözünün formalaşdığını görürük. Hansısa türk dialektində bu qalıb qalmayıb araşdırılmalıdır. Amma biz Misir tanrılarından sonuncusunun adının Horus olaraq qarşımıza çıxdığını görürük. Və eyni ilə nar sözünü türk dillərində günəş mənasına gəlir, Monqollarda günəş mənasına gəlir. Nar sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib Novruz sözünü formalaşdırmışıq. Demək ki bu Eniqoras və ya Novruz sözü bizə fars dilindən gəlməyib. Fars dilində olsaydı bu Novruz yox, Reznov olaraq deyilməli idi. Və Novruz sözünün tərs kombinasiyası bizim qarşımıza Uranos kimi çıxır. Hansı idi Uranos? Uranos Yunanlarda ilk günəş tanrısının adı idi. Və həmçinin Uranosdakı Uran sözündə unun düşməsi ilə Ram, Ramada kökü ərəb dilində isti işıq mənasına gəlir. Səməni sözündən danışdım. Səməni sözünün tərsi Nas, Natal, Mat, Umaydı. Səməni sözünün kökü ilə Romada olan Saturnalia bayramının kökü olan, əkinci tanrının adı olan Saturn da həmin səmən söz kökündəki su kökü ilə eynidir. Və bu su kökü bizim qarşımıza Misirdəki tanrıça, yer tanrıçası olan Isis kimi çıxır və Azərbaycan dilində qadınlara xitab olaraq qalan az sözü var. Bu həmin o Isisin davamı olan bir kültürdür. Biz türk dillərində tanrı mənasına gələn Bog sözündən bəy sözünü formalaşdırmışıq və eyni ilə Kut müqəddəs sözündən Qədeş sözünü formalaşdırmışıq və eyni ilə də demək Misirlərdə tanrıça mənasında qalan Isisdən də az sözünü formalaşdırmışıq. Hal-hazırda fikir verin, bizim dilimizdə Qədeş demək ayıb sayılan bir jargon sayılır və qadına az demək ayıb sayılan bir jargon sayılır. Lakin bu vaxtı ilə deyiləndə ən hörmətli qadınlara xanım mənasında deyilən müraciət olduğunu müəyyənləşdirdik. Mənə elə gəlir ki,
bütün məsələləri danışdıq. Hər hansısa indi suallar olsa verə bilərsiniz. İndi isə sizə sual verəcəm. Ha. Bəli, Tarxan, sən olsa mikrofon açın, sualınızı vermək üçün var. Salam. Salam. Aleykümselam. Salam Rəşid bəy. Bu qədər ətraflı məlumat üçün mənim bir sualım var. Bunu Ruslan danışdınız, siz bağlı danışdınız. Demək, siz Rusun tarixin yaşın neçənci min ilə ayırırsınız? Novruz bayramı demək Göbəkli Təpədən günümüzə sayanda 2000 ildə üzü günümüzə gəlir. Bax, Göbəkli Təpədə olan damanın Novruz kontrasında yaşadığını görürük. Göbəkli Təpədə Göbəkli Təpədən qabaq, Göbəkli Təpədən qabaq neçə yaş var idi Novruzun? Bu yəni Göbəkli Təpə qabağı belə bilmirik, çünki əlimizdə olan faktlar əsasən deyirik, amma tarix kültürün 50 min ildən üzü günümüzə gəldiyini bilirik. Çünki fərqli regionlarda 50 min yaşı olan, 40 min yaşı olan, 30 min yaşı olan ana tarix kültürü bəzən Avropa tədqiqatçıları Venusda deyir, Venusların yapıldığını bilirik. Bunlar nədir? Daha böyük bədənli, kök olan qadın heykəlləridir, təsvirləridir və buna ana tarix deyilir. Lakin ümumi təhlilə baxdıqda görürsən ki, əslində yaranın yeri təmsil edən sifətidir. Sadəcə olaraq o dövrdə bunu göstərmək üçün yazı yoxdur. Hansısa rəsmdə heykəldə istifadə olunur və o insan ölçülərindən daha fərqli, daha böyük ölçülərə malik olan qadın təsviri göstərərək yaradanın təbiəti doğuran sətini göstərməyə çalışmışlar. Yəni həmin məntiqdən üzü bu günə biz bunun davanın gəlib Göbəkli Təpədə olduğunu, daha sonra digər bizim deyimiz Kiçay vadisində olan Mesopotamiya dövlətlərində olduğunu görürük. Həmin kişilik təmsil edən ritualların, kültürün bütün uzaq şərqə qədər yayıldığını görürük və bunun yalnız məsələ bundadır. Yalnız Azərbaycan Novruz konçasında Azərbaycan Novruz bayram rituallarında tanrılara, tanrısalara çevrilədiyini, ifrat varmadan var olduğunu görürük. Və bu arada xatırladım ki, mənim nəsil xalçam var. Mənim rəhmətli ona xalçası deyildi. Demək orada bir hərfə bənzər bu formada elə bil damğa var. Bir də üzü yuxarı baxımı damğana bənzər simvollar var idi. Həmin simvol eynisi ilə Göbəkli Təpə var. Mənim hazır nəsil xalçamın yaşı 100 yaşdan böyük. Göbəkli Təpə tapılıbdı, yəni qazılıb ortaya çıxıbdı 1996-cı ildən sonra. Yəni mənim nələrim, əcdadlarım o xalçanı toxuyub nəsildən nəsilə verərkən həmin damğaların nə mənəyə gəldiyini bilmirdi. Eynilə mənim nənəm də o damğaların məsələn Göbəkli Təpə deyən bir yerin olduğunu, nəinki o nənəm, bütün dünya bilmirdi və elə damğaların olduğunu bilmirdi. Və mənim nənəm həmin xalça da nar rəngində olan bir xalçadır, tünd qırmızı. Ona nar xalçası deyirdi. Soruşan ki, buna niyə nar xalçası deyirsə, deyirdi bilmirəm, sadəcə olaraq nar xalçası, yəni rəngə görə. Bir məlum olur ki, mən müəyyənləşdirirəm ki, bu nar xalçası deyəndə onlar yalnız nar rəngində olduğuna görə yox, baharat rəngidir. Və oradakı həmin o dağlar barmı formasında aşağı yuxarı davam edir və ortasında günümüz hərfinə bənzər simvollar var. Həmin o xalçanın o həmin hissəsinə isə mənim nənəm pirəvə və ya nar nənə deyirdi. Amma mənasını deyəndə ki, nar nənə ya pirəvə nədir? Onun izahını bilə bilmirdim. Və pirəvə mən bu dil tərimini açandan sonra müəyyənləşdirirəm. Demək oradakı damğalar pirəvə deməkmiş və ya nar nənə deməkmiş. Amma o yəni mahiyyəti bilmirdi. Yəni dolayısıyla Göbəkli Təpədə günümüzə gələn bir xalçanın var olduğu bəllidir. Göbəkli Təpədən Novruz konçasına davam edən bir kültürün var olduğunu bilirik. Yəni bu ən azı 12 min ildir var. Arxeoloji əsaslarla. Bilirəm, bildim nə demək istəyirsiniz. Amma gəlin biraz fanatizmə varmı ya? Nə barədə deyim? Çünki bax Göbəkli Təpə tapıntısı eramızdan 12-ci min ildir. Düzdürmü? Bəli. O dövr tarixlə bağlı olaraq mezolit dövrüdür. Mezolit dövrü insanda hələ də qəbilə quruluşunda yaşayırdı. Orada bir adət, ənənə, bayram falan bir şeylər yoxdur. Çünki hələ də bu insanlar hələ oxuma şamanı həzə ixrar eləmişlər. Hələ gör, yəni bunun beyin quruluşu hələ oxkanı ixra eləməyə qadirdir də hələ ki. Yəni bu hələ də bir inkişaf eləmiş bir insan səviyyəsində deyil axı. Hələ heyvanı ilk dəfə əhəlləşdirir bu insan. İlk əhəlləşdirilən insan da it olubdu. Və onun əsasında da müəyyənlər, ondan sonra heyvanı əhəlləşdirəndən sonra ibtidai əkinçiliklə maldarlığın əsası qoyulub. Hələ bu əkinçiliklə maldarlıq demək deyil ha. Əsası qoyulub ki, ona oxşar bir şeylərdir. Yəni bu insanın təfəkkürü, belə bir təfəkkürlü insan nə bilir Novruz nədir, nə bilir adət ənənə nədir. Bu, yəni biraz fanatizmə varmıyor. Düzdür, o damğalar xahiş edirəm fikrinizi bitirin, cavabını verin. Bu fanatizm yəni, deyil. amma bu o demək deyil ki, Novruzu biz 12 min il əvvələ gedib çıxardaq. Axı bu, yəni bu hələ bu insan qəbilə quruluşunda yaşayır. Qəbilə quruluşunda hansı xahiş bayram? edirəm, eyni şeyləri təkrarlamayaq da, bitirək. Konkret sual ver, konkret cavab ver. Buyurun. Aha, dediyiniz budur ki, həmin dövrdə insanların beyin forması, düşüncə forması indiki kimi deyildi. Tayfalar formasında idi. O və digər buna bənzər şeylər kəşf etməmişdi. Və ona görə də bu Novruzu tərənnüm edə bilməz. Düzdür?
Bəli. Ay sağ ol. İndi Göbəkli Təpə haqqında bir zəhmət təzədən oxuyun. Görün oradakı daşlar, onların çəkisi, böyüklüyü nə qədərdir? Orada olan o simvollar nədir? Və bu simvolları da həmin insanlar düzəldir. Mən insanların beyninin həmin dövrdəki insanla indiki insanın fərqli beynə, fərqli düşüncəyə malik olduğunu düşünmürəm. Sadəcə olaraq bir söz var, deyir coğrafiya qədərdir. Yəni sən hansı coğrafiyada, hansı imkanlarla yaşayırsansa, o insan o imkanlarla məcburdur yaşasın. Yəni bu gün biz şəhərdə bu texnologiyalarla yaşadığımıza görə özümüzü üstün insan saya bilərik. Gedək bir adaya düşək. Təbii ki, həmin o ibtidai dövrdə yaşayan insan kimi yaşamağa məcburuq. Çünki əlimizdə olan 1000 illərdə üst-üstə inkişaf elədib gətirdiyimiz mədəniyyət, kültür, texnologiya olmayacaq. Bu isə bizim ağılsız olmağımız demək deyil. Sadəcə olaraq insan əlindəki imkanlardan istifadə edərək nələrsə düzəlir. Və biz Göbəkli Təpəyə baxdıqda xanım, mən Göbəkli Təpə ilə bağlı ayrıca bir söyləşi danışmışam, YouTube-da var. Mən dilin təhlilini verən bir kitab yazmışam xanım. Dilin kökəni. Dillər necə yaranıbın tam təhlilini verirəm və göstərirəm ki, bu dil təsadüfən yaranmış bir dil deyil. Və insanların da beyni əvvəllər daha ağılsızdır, daha sonra beyin inkişaf eləmir. İnsan əlində olan informasiya az olduğundan daha az nələrsə yarada bilib, o informasiyanı artıra getdikdə daha fərqli nələrsə yaradıb. Və bəzən həmin o kültür məhv olduqdan sonra yenidən qaranlıq dönəmə düşüb. Məsəl üçün Yunan şəhər kültürünə baxın, Roma imperiyasının kültürünə baxın, daha sonra ondan sonra Avropanın bir qaranlıq dönəmə düşməyinə baxın. Yəni bu nə deməkdir? Əlində olan bacarıqlar, yaratdığı texnologiya və biliklər hansısa formada məhv olur, o şəhər basqına məruz qalır və axır. Buna görə o məcbur olur ki, yenidən o əlində olanları var edərək inkişaf eləsin. Yəni dolayısıyla mən insanların eyni ağılda olduğunu, sadəcə olaraq həmin eyni ağılda olmağı ilə bərabər o hansı informasiyaları bilir, hansı alətləri varsa buna uyğun nələrisə düzəldir. Və artıq deyirəm xanım, 50 min ildən, 40 min ildən üzü günümüzdə ana tarixçə kültürü var. Dilin təhlili ilə bağlı 4 saatlıq video çəkmişəm. Və orada da bir Quran, Tövrat, İncil, arxeoloji qazıntıları yan-yana qoyub, tədqiqatçılar nə deyir, ilahiyyatçılar nə deyir və əslində onların da hamısının səhv deyib, fərqli bir yanaşmanın da olduğunu demişəm. Yəni, bu fanatizm deyil. Mənim arxamda kimsə yoxdur, kimsə məni maliyyələşdirmir, kimsə nəsə vermir. Aydındır xanım? Tamam. Başqa tamam. mənada demirəm, bax, xəstəyəm, boğazım tutula-tutula çıxıb bunu burada danışıram. Yəni, bu fanatizm deyil. Yəni, mənə kimsə nəsə vermir ki, mən fanatizmlə məşğul olum. Fanatizm o vaxt olur ki, mənim dediyim faktları araşdırıb, araşdırmayanda fanatizmdir. Mənim dediyim bütün bu faktlar ki var, bunu da sonra növbəti dəfə videosu və videonun da belə tam hazırlanmış formada danışdıqlarımız şəkilləri və laxırla da qoyacağım. İnternet dövrüdür. Hər şey, istənilən informasiya əl çatandır. Götürün, araşdırın və ondan sonra görsəz ki, doğrudan da mən hansısa nəyisə fanatizmlə uyğun olaraq Türkün adına çıxmaq istəmişəm, nəyinsə adına çıxmaq istəmişəm, onda deyil. Və mən artıq qeyd etdim ki, bütün bu kültür böyük coğrafiyaya yayılıb. Burada Hind-Avropa xalqlarında da bu qalıb, Ərəblərdə də qalıb, Misirdə də qalıb, Türklərdə də qalıb. Amma yalnız fərq nədir? Daha sonra Azərbaycan türkləri bunu tanrı və tanrıçalara çevirməyib. Siz deyirsiniz ki, insanların beyni inkişaf eləməyib. Şumerlərdən danışırıq, 5000-6000 il bundan əvvəldir. Göbəkli Təpədən danışırıq, 12000 il bundan əvvəl onu yaradıbdır. Allah'ın olsun bu dəqiqə Bakıda olan, istənilən mənəm deyən hər kəsi yıxsınlar. Amma yəni bugünkü texnologiyanı verməyib, desinlər ki, o Göbəkli Təpədəki daşları düzəldir. Görək düzəldə bilərik. Yəni onlar o əlində olan imkanlarla onu yaradır. Şumerlərin vaxtında artıq erkən tunc dövrü idi. Bəli, o vaxtdan danışmaq olar. Xanım, Göbəkli Təpə, ben onu da çəkdim, Göbəkli Təpəni də misal Amma mən bayram cəhətdən deyirəm, adət-ənənə cəhətdən. Yəni erkən tunc dövrü, bəli, Şumerlərin yaşadığı dövrdür. Siz dediniz. Xanım, o adları biz vermişik. Daş dövrü, tunç dövrü. Bunlar da hamısı şərtidir. Yəni deyirəm, o adları deyib deməməyin bir əhəmiyyəti yoxdur. 12000 il bundan əvvəl Göbəkli Təpə deyilən bir kültür var. Özü də bir dənə deyil. Onun bölündə Karahan Təpəsi var, kültür olaraq. Çatalhöyük kültürü var. Və bunlar hamısı 10.000 il, 11.000 il, 7500 il olaraq davamı olaraq gələn bir kültürdür. Bir dəqiqə, Rəşid bəy. Xanım, siz Novruz bayramının hardan gəldiyini düşünürsünüz? Mən sizə demirəm, Novruz bayramı hardan gəlir. Mən o bilirəm ki, türklərin bayramıdır. Şumer dövründən bəli gələ bilər. Mənim nəzərimdə bu. Xanım, Şumer də hansısa kültürün davamıdır da. Yenə deyirəm, rəsmləri qoyacam. Bütün qədim kültürlərdə
Tanrı və tanrıça kültürü var. O tanrı günəşi təmsil edir, tanrıça yeri təmsil. Bax, deyirsiniz səhərdən baş sayırsınız daş dövrü, nə bilim Tunç dövrü. İndiyə qədər bunların kim konkret olaraq və yazıb ki, burada olan tanrı və tanrıça biri yeri təmsil edir, biri günəşi. Biz tarixi düz oxumamışıq. Düz təhlil verilməyibdir. Məsələ budur ki, bunlar hər biri yeri təmsil edir, biri günəşi təmsil edir. Dolayısıyla yer qadındır, günəş kişi olaraq təmsil olunubdur. Və necə ki Quranda, necə ki İslamda Allahın adları var. Həmin o adların içində Tanrının yaradan sifəti var, qəzəblənən sifəti var, cəza edən sifəti var və laxır və laxır. Və eyninlə qədimdə də insanlar yaradanı fərqli sifətlərdə tanıyır və təfəkkürünə uyğun da fərqli sifətləri bildikcə həmin o sifətləri də Tanrı sifəti kimi rəsmləşdirib, heykəlləşdiribdir. Və yenə deyirəm, 12 min il bundan əvvəl yaratmamışam ki, deyirəm ki, bax xanım, 12 min il bundan əvvəl Göbəkli Təpə var. Yəqin bilirsiniz də. Yəni boyutlarını bilirsiniz, ölçüsünü bilirsiniz, üstündəki simvolları bilirsiniz. İnşallah bu video yüklənəndə o videoya baxarsınız. Mən orada həmin o xalçanı qoyacağam. Həmin o xalçada olan simvollara baxarsınız və Göbəkli Təpədə olan həmin simvollara baxarsınız. Yenə deyirəm, Göbəkli Təpə 1996-cı ildən başlayıb qazılmağa, düzdür? Mənim xalçamın yaşı 100 yaşdan yuxarıdır və o nəsil xalçasıdır. O yəni ondan əvvəl o belə deyim də toxuna verilibdir. Mənim əlimdə olan xalçanın yaşı 100-dən yuxarıdır. Və mənim o xalçada olan Göbəkli Təpənin üstündə olan simvollar olanda nə mənim nənəm, nə mənim babam, nə bütün dünyada kimə göstərsəydin o xalçanı, oradakı simvolların nə olduğunu bilə bilməzdi. Və həmin oradakı simvollarla Göbəkli Təpədəki olan simvollar eynidir. Elm camiyyəsində, akademiya camiyyəsində nədir? Faktları qoyursan və bunun üzərinə də kimlərsə daha yaxşı arqument qoya bilirsə qoysun. Mənim o xalçada olan simvollarla Göbəkli Təpənin üstündəki simvollar təsadüfən varsa, izahını verə bilsin. Və ya Göbəkli Təpənin üstündə yenə deyirəm, ay formasında simvol, onun üstündə günəş formasında simvol və ortasında nöqtə olan simvol var. Hakasiyada bu simvol var. Və bu simvol bütün regiona yayılmış formadadır. Misirdə var, Çində var, Tacdarda var. Və bu simvol yenə deyirəm bizim Novruz xonçasında şirin olaraq qalır. Tarixdən yəni baxıram ki, maşallah bilirsiniz. Tarixdə həmin o faktları deyən, istənilən tarixçi deyib, gedib o qədimdəki dövrə gedib, oradakılarla danışmayıb ki. Əlindəki faktları qoyub bunun üzərinə fikir deyib ki, bu mənə elə gəlir ki, bu faktlara görə belə oxunmalıdır. Düzdür? Mən də eyni ilə həmin faktları qoyub, deyirəm ki, zəhmət çəkin, ey dünya insanlığı, insanlar. Faktları təzdən oxuyun, səhv oxumusunuz. Deyilir ki, Novruz sözü Novruzdan olub, fars dilində gəlib. Mən də deyirəm ki, bu fars dilində gəlmək, bunu heç mən demirəm, məndən qabaq o dəfələrlə deyirəm. Novruz sözü fars dilində gəlsə, Ruzenov kimi deyilməlidir. Və mən bunun üstünə sadəcə olaraq, bunun üstünə dediyim digər dil təhlil olan hissəsi mənimdir. Qayıdıb deyirəm ki, bizim dilimizdə Novruz kimi yazılma qaydası nə vaxt müəyyənləşdirilir? Bilirsiniz də, yəni 1926-cı ildə türkoloji qurultay keçirilir. Orada iştirak edən bütün türkoloqları Sovet imperiyası məhv edilir və ondan sonra bizim bildiyimiz günümüz Azərbaycan dili qrammatikası yazılır. Əvvəlcə latınca yazılır, sonra kirilcə yazılır. O kiril hərflərinin bəziləri rus kiril əlifbasına uyğun idi. Daha sonra sonuncu versiya keçirilir və laxır. Yəni orada qəbul olunmuş olsaydı ki, biz Novruz yox, Novruz yazsaq, nə cür yazacaqdıq? Novruz kimi. Bu ya Novruz kimi yazılıb, qərəzli formada Novruz kimi yazdırılıb ki, daha sonra da iddia olunsun ki, bu fars sözüdür. Və mən bununla bağlı 21 hissəli tarixi sənədli roman yazmışam. O da yazmaqdan getmirim. Mən o 21 hissə üçün gecə gündüz oxumuşam, faktları toplamışam və bunun üstünə bu hadisələri gətirmişəm. Və mən fanatiklik zad eləmirəm. Mən hadisələri qoyuram. Fanatiklik eləmiş olsam, məsəl üçün deməzdim bunun bir hissəsi Misirdə var, bir hissəsi Skandinaviyada var, bir hissəsi protoslavlarda var. Protoslavlar kimdir? Farslarla eyni əcdaddır. Düz? Saturnaliya bayramından danışıram. Deyirəm ki, səmən sözünün kökündəki səmən toxum mənasında Hind-Avropa dillərində var, rus dilində semya sözü var. Türk dilində cəmi bir sümük sözü var. Yəni onlarda o söz daha çoxdur. Amma bu faktları qoyuram, görürsən onları da deyirəm. Çünki bu tarix müştərək tarixdir. Amma burada kimsə daha aparıcı olub, kimsə bu tarixi daha yaxşı yaşadıb, digərləri isə bu tarixi fərqli formada pozub. Yəni mən burada kimisə silmək, kimisə qərəzli olmaq mənasında demirəm ki, bu tarix insanlığın tarixidir. Yəni mən burada fanatizmlə məşğul deyiləm, xanımım. Yenə deyirəm, bundan mənim bir qəpik xeyrim yoxdur. Nə mənada deyirəm? Yəni deyirəm ki, o dövrün insanlarında bayram haqq hesabı ola bilməzdi.
Mən də Ne- deyirəm Göbəkli çox Təpəyə dövrdə ola baxın. Siz də bir bilərdi. zəhmət baxın görün o Çox Göbəkli dövrdə Təpəni ola bilər, amma necə ki- düzəltdi? Mən düzəltməmişəm ki. Yo, Baxın, mən görün, onu demirəm. Mənə yəni bizə təqdim olunan tarixə əsasən mən deyirəm ki, bəli, əgər Göbəkli Təpədə o simvollar varsa, ola Var, bilər. o Müəllim, kimi. ola bilər, simvol var. Mən bir söz demirəm, simvol var, olsun. Aha. O da bilinmir axı o nə mənada olubdu o simvol. Türkçiliyin simvol, türkçilik də o vaxt olmayıb. Bax, çünki yenə deyirəm, hələ o vaxtda Dilin kökənini yazmışam. Bu dilin sırası ilə necə formalaşdığını göstərmişəm. Türkün Bəli. Türk adına qədər gəlməsi üçün 3 mərhələ keçdiyini, ilk Türk boylarının As-Suur boyları olduğunu, ondan fərqli adlar formalaşdırdığını, Urun özünün Ur, daha sonra Tur, daha sonra Türk formasında 1000 il keçərək söz formalaşdırdığını, daha sonra ümumi belə deyək də günümüz adı ilə desək soyada çevrildiyini görürük. Məsələ budur ki, biz burada o Türkün sırf hansı Türkə çevrildiyi mərhələsindən deyil. Tarix nədir? Bir başlanğıcı var, bir kökü var. Bir də o davam edir və günümüzdə gəlib Türkə çevrilir. Və amma məsələ nədir? O Göbəkli Təpədə olan kültürün biz gəlib Azərbaycan Novruz xonçasında eyni ilə qaldığını görürük. Özü fərqli qalmır, eyni formada qalır. bəli, bəli. Mən bundan danışıram. Türklər dövr olub Saqlar kimi çağırılıb. Dövr olub Hun kimi çağırılıb. Dövr olub Kəngər kimi çağırılıb və fərqli coğrafiyaya görə fərqli çağırılıb. Böyük coğrafiyaya yayılmış bir xalq olduğundan onlar fərqli dövrlərdə, fərqli qonşulara görə də fərqli çağırılıb. Və ya hansı boy digər boyları özünə tabe edibsə, həmin boyun adıyla çağırılıb. Bax Türkün əcdadlarının Assur boylarının nə cür yaranması ilə bağlı söyləşi danışmışam. 2 saata yaxındır. Tamam. Göbəkli Təpə ilə bağlı araşdırın, görəcəksiniz orada fərqli topluluqlar var. Məsələ nədir? Tayfa və ya şəhər kültürünün yaranması üçün şərtləri var. Bizdə insanlar əvvəl 60-100 nəfərlik formada yaşayır, daha sonra ətrafa yayılır, daha sonra çoxalır, kültür əlaqələri olur və bunun üzərinə getdikcə çoxalır və daha sonra kəndlərə, qəsəbələrə, şəhərlərə çevrilir. Lakin bu insanların ağılsız olmağı demək deyil. Sadəcə olaraq həmişə mənim bir sözüm var, xanım. Milyonla pulun olsun. Get adıya 100 dənə ev tik. Amma tək sənsən, sonra kənd sayıla bilər. Tək yaşayırsansa, yəni saya görə o artıq şəhər olmur. Kənd olmaq üçün azı bir 100 nəfər, 200 nəfər olmalısan ki, kənd yaransın. Qəsəbə yaranmaq üçün 5000, 10000 adam olmalıdır. Yəni bu sayla bağlı olan şeydir. Yəni qədimdə də tayfa ilə yaşama məsələsi, coğrafiyanın böyük olması və insanların da ovcu, yığıcı olduğu dövrlərdə 50-100 nəfərlik komandalar formasında yaşayırdı ki, buna uyğun yerini dəyişə bilsin, hərəkət edə bilsin. Və bu gün də məlum olur ki, Göbəkli Təpənin ətrafında oturaq həyata keçən tayfalar var. Oturaq həyata keçir, əkinçiliyə başlayır, heyvandarlığa başlayır və bunun üzərinə həmin o heyvandarlığın rentabelliyi, əkinçiliyin rentabelliyi daha çox qida verdiyindən onlar sayını daha da çoxaldır. Yəni bu ağılsızlıqla bağlı deyil, bu şəraitlə bağlıdır. Yəni insanlar eyni təfəkkürdə olub. Sadəcə olaraq belə deyim. Demək istəyirsiniz ki, o dövrün insanları bayram edir. Anadan doğulmuş uşağı. Əgər oxutmasan, danışdırmasan, onları heyvanlarla böyüt, 6-7 yaşından sonra o danışa bilmir. Çünki beyin inkişaf eləmir. Və eyni beyindəki insan, təbii ki, genetik olaraq müəyyən fərqlər var da, biri nəyəsə qarşı daha istedadlıdır və laxır. Amma eyni insanı yaxşı təhsil verərsən, savadlı olar, təhsil verməzsən, savadsız olar. O dövrdəki insanlar da əlində olan imkanlar, biliklərlə daha az savadlı idi məsəl üçün. Amma beyni bizimkindən fərqli idi, beyin inkişaf eləmir məsələsi deyil. İnsanın homo sapiens olduğu dövr, ondan əvvəl nə cürdə o da ayrıca təhlil oluna bilər. Bizim beynimizlə eynidir artıq. Dil formalaşdırıb. Və həmin o dili də yenə deyirəm, mən nöqtə vergül yazmışam bütün təhlili üzrə. Və bunun üzərinə Hind-Avropa dilləri, Hami-Sami dilləri və proto-türk dillərinin təhlilini verib və göstərirəm ki, türk dili Ural-Altay dilinin alt qrupunda yaranan bir dil, müstəqil bir dil ailəsidir və son olaraq bütün dillərdə proto-Hind-Avropa dilləri, Hami-Sami dillərini və proto-türk dillərini danışan əcdadlar bir-birindən ayrılıb. Və bunu da tam təhlilini vermişəm. Bütün sözlər üzrə. Və bu dilin də yaranmasından məlum olur ki, bu insanlar təfəkkürsüz insanlar deyil. Onlar təbiəti izləyib, hadisələri də buna uyğun mükəmməl formada sözlər yaradıb. Mükəmməl formada. Mən bir son bilirəm ki, bax, Qobustan abidəsi bizdə ən qədim abidə sayılır da, düzdürmü? Onun üzərindəki o simvollar vardı. O simvollardan hər hansı biri indi bizdə hansısa xalçanın üstündə çıxsa, o deməkdir ki, ya hansısa Novruz adətimizdə çıxsa, o deməkdir ki, o dövrdə Novruz bayramı var idi. Qobustanda olan o rəqs eləyən adam rəsmləri var.
Yallı rəqsidir. İndi deyəcək ki, Novruzla bağlıdır. Xahiş edirəm də deyim də nə olub sizə? Niyə görürsüz fanatik kimdir? Həmin o orada rəqs edən adamlar ki var, o damğalar ər damğasıdır. Həmin ər damğası sonra bizim qarşımıza türk kroniklərində bax bu formada r formasında çıxır. Daha sonra o r-nın bir tərəfi kəsiyi bizə latın dilində olan kiçik r kimi çıxır. Ortadakı əlaqəni yenə deyirəm, mən həmin adamları 12 ildən üzü bu yana ata, baba, nəsil yığıb bir-bir soruşmamışam ki, belədir. Faktları yan-yana qoyuram və görürəm ki, bu damğa bu cürdür. İndi bunun üstünə yenə deyirəm, bax tarixdən danışırsınız. Tarixdə həmin o dediyimiz faktları qoyan tarixçilər sizə sual verirəm. Nə cür izah eləyir? Onlar gedib keçmişə, orada dövrdəki yaşayan adamlarla danışır, yoxsa onlar da eyni ilə həmin faktları qoyaraq təhlil aparıb nəticə deyir. Niyə İvan deyəndə olur? John deyəndə olur, Rəşad deyəndə olmur. Mən sadəcə bunu yenə deyirəm, buna fanatiklik olaraq demirəm. Mən də bu faktları qoyandan sonra o r-nı ora dediyimə görə mənə kimsə mükafat vermir. Kimsə məni alqışlamır. Pis mənada demirəm. Öz içimizdən olan, bax səni kimi bacı, qardaşlarımız da arada deyir ki, mən inanmıram. Mən deyirəm, inanmırsan, yaxşı eləyirsən. 25 il ömrü vermişəm və mən orta məktəb 1-ci sinifdən institut, magistratura 5-dən aşağı qiymətim olmayıb. İstənilən fəndən. Mən sizi faktınızda görürəm, amma biz inanmadığım odur ki, siz nəyə qəbul edirəm? Mən demirəm siz, bəli xalçalar üstündə simvollar ola bilər, bəli o yenə deyirəm də Qobustan üstündəki yallı işarəsini bizim yallı rəqsimizdə, yəni eynidir. Onu demirəm mən. Mən sözüm onda deyil. Mən dediyimin mahiyyəti odur ki, yəni bizdə tarix tədris olunub bu formada ki, adət-ənənələrimiz, bayramlarımız bu tayfa dövründən yaranıbdır, düzdürmü? Bəli. Şumer dövründə eramızda və 4-cü minillikdən götürək də, 4000 il bundan əvvəldə. Yəni 2000 ildə bu, bəli. Qabaq yazılan tarixdə, yəni o insanların həyat tərzində biz adət-ənənə görmürük. Bayram görmürük, Novruz kimi. Mən o mənada dedim ki, yəni əgər bu insan bu dövrdə yaşayırsa, yəni o barədə mən dedim ki, yəni bizə tədris olunan tarixdə, bəli, mezolitdə, neolitdə, eneolitdə biz bayram görmürük. Tunç dövründə bəli, tayfalar şəklində birləşdi, tayfa ittifaqı yaratdılar. Hə, oradan uje siz dediyiniz o Aratdalar, Lubbilər, Kutilər, Şumerlər, bəli. Bütün türk dil tayfalarda, düzdürmü? Onların uje həyatını tədris eləmişsiniz. Yəni, o barədə heç kəlmə də deyə bilmərəm. Qazaxıstanla Özbəkistan, Qırğızstanın tarix dərsliyindən xəbərim yoxdur. Türkiyə tarix dərsliyinə baxanda Azərbaycan olduqca cəsarətlidir. Azərbaycan tarix dərsliyində Kutilər türkdür deyə bilirsə, Lulubilər türkdür deyə bilirsə, bəli, doğrudan da alqışlanasıdır. Böyrümüzdə böyük qardaşımız Türkiyə deyir ki, biz 1071-də gəlmişik. Məsələ bundadır ki, biz deyirik və qayıdıb John deməyibsə, İvan deməyibsə, fikir vermirik. Bilsən məsələ nədir? Bizə bir erməni lazımdır ki, ona pul verək, çıxıb desin Qobustan mənimdir, onun üstündə yallı gedən mənimdir. Onda biz əlaqə düşürük ki, yox, bu Qobustanı nə cür tapaq? Kim nədir? Onda yadlarına düşür, Rəşad deyəsən bu haqda nəsə deyib, Flankəs bu haqda nəsə deyib, Firidun Cəlilov bu haqda nəsə deyib. Tamam, mən bir söz deyim. Deməli, Rəşad bəy, mən sizə sual razıyam ki, Bəli. Novruz bayramı hardan qaynaqlanır və siz bunu sübut etdiniz ki, yəni faktlarla bu hətta gəlib dayanır Göbəkli-Təpəyə, Daşbabalara, orada olan işarələr. Həmin işarələr var və bu Danışıb ən qısa formada deyim. Novruz bayramı deyirlər bir fars bayramıdır. Zərdüştlüklə bağlıdır. Artıq qeyd etdiyim kimi Novruzda biz tonqalın üstündən atlanırıq və deyirik ağırlığım, uğurluğum tonqala. Zərdüştlükdə isə oda yaxınlaşmaq olmaz. Ona yalnız kahinlər yaxınlaşa bilər, onlar da ağzını bağlayaraq yaxınlaşır. İndi görün Zərdüştlüyün ocağa baxmağı ilə bizim Novruzda olan ocağa baxma təfəkkürümüz eynidir. Təbii ki, yox. Demək ki, bu Zərdüştlüklə bağlı deyil. Farsla bağlıdır. Niyə deyirlər ki, bu Novruz sözündən formalaşıb, Novruz dilində də olan Novis sözünün köküdür. Ruzdakı gün deməkdir. Novruz yeni gün deməkdir. Və mən də xatırladım ki, biz 1926-cı ildə Sovet Türkoloji Qurultayı keçirdi və bütün Türk dünyasında olan türkoloqları ora çağırdı. Və Sovet coğrafiyasında olan bütün türkoloqlar daha sonra öldürüldü, qalanı da repressiya olundu. 1937-ci ilə qədər həmin türkoloji qurultayda olan heç kim sağ qalmadı. Və onun üzərinə bizə bildiyimiz Alban tarixi yazıldı, Atropatena tarixi yazıldı. Eyni ilə Azərbaycan dil qaydaları həmin dövrdə müəyyənləşdirildi. Həmin müəyyənləşdirilmədə də bizə deyildi ki, Novruz yazın. İndi mən də deyirəm ki, bizim dialektdə o Novruz olaraq, Novruz deyil, Novruzdur. Düz?
Novruz deyirsiniz, Novruz deyirsiniz deyəndə. Biz onun Novruz kimi yazası olsaq orada V axtarası deyildik. Biz amma artıq oxuyanda orada Novruz oxuduğumuzdan deyir ya burada bir Nov var, bir Ruz var. Aydın əzizlərim. Mən də deyirəm ki, o Novruzdur, o da nar və işıq isti kökünün birləşməsindən Novruzdur. Necə ki, gün sözünün sonuna is sözünü əlavə etmişik, işıq isti sözünün kökündə olanı günəş eləmişik. Eyni ilə də nar sözünün sonuna işıq isti sözünün kökündə olan isi əlavə edib Novruz eləmişik. Və bizim dilimizdə eyni qoraz, yenidən qorun isinməsi və Novruz günəşin, narın isinməsi və bizim əski türk dilində nar günəş deməkdir, Monqol dilində günəş deməkdir, ərəb dilində nur, nar eyni kökdür, isti deməkdir. Və deyirlər ki, yox, bu fars dilindən götürülür. Bunun Göbəkli Təpədən üzü günümüzə gəldiyini görürük. Göbəkli Təpədə olan ay, günəş, ortasında nöqtə olan simvolun Novruz xonçasında davam etdiyini görürük. Həmin şəkərbura, qoğal, paxlavanın farslarda olmadığını, ümumiyyətlə dünyada heç bir millətdə olmadığını görürük və mənim nəsil xalçam var, yaşı 100 yaşdan artıqdır. Orada aşağı mı, yuxarı mı formasında olan damğalar var ki, eynisi Göbəkli Təpədə var, eynisi. Və həmin xalçanın da üstündə 1000 dənə simvol yoxdur ki, deyəsən 1000 simvol var, birini tutturmusan. Fikrim aydındır. Həmin xalçada ortada 2 dənə böyük xonça var, eyni ilə necə ki, Göbəkli Təpədə 2 dənə T sütunu var və onun dairəsində həmin yuxarı aşağı mı simvolu ilə sıralanır. Və mənim nənəm ona artıq qeyd etdiyim kimi pirəvvə nar nənə deyir. Mənasını bilmir və həmin xalçanın da rəngi qırmızıdır. Və yenə deyirəm, Göbəkli Təpədə 1996-da qazılmağa başlayıb. Yəni mənim o xalçada olan simvolları, mənim nənəm, əcdadlarım toxuyanda Göbəkli Təpədə nə dünyanın xəbəri var idi, nə mənim nənəmin, nənələrimin. Və o xalça göydən düşməyib. Davamlı olaraq gəlib. Bir də Rəşad bəy, Nardoğan bayramı haqqında qısa bir şəkildə zəhmət olmasa. Nardoğan demək, nar artıq qeyd etdiyim kimi türk dilində günəş mənasına gəlir, isti mənasına gəlir. Nardoğan günəşin doğmasıdır. Dekabrın 21-25-də ən uzun gecə bitir. Ondan sonra xalq günəşin doğmağını ifadə edən bir bayram keçirir. Və biz Ruslarda olan yolka ağacını görürük. Həmin yolka yol ək sözündən olub. Yel indi də işlədirik, küləyin sinonim olan sözdür. Qədim türk dilində çoğun, qış mənasında da işlənib. Həmin yel sözünü biz Skandinaviyada yel bayramı, yul bayramı olaraq, yul tonqalı olaraq qarşımıza çıxdığını görürük. Və səməni sözü su ama sözündən formalaşıb. Su ama sözündən həm şam sözü var, həm səməni. Şam nədir? Yaşıl ağacdır. Düzəltdiyimiz buğdaya da səməni deyirik. Aydındırmı? Lakin daha sonra Sibir altaya gedən türklər burada səməni düzəldə bilmədiyinə görə və oradakı iqlim onlara əkinçiliklə məşğul olmadığına görə onlar burada yelək ağacı və ya küknar ağacı və ya şam deyib, yaşıl ağaca. Və yələkin izahını verdik, şam sözünün izahını verdik və bir də biz dilimizdə göyərti dediyimiz söz var yaşıllıq mənasında, yaşıl bitkilər mənasında. Köknar, güknar sözündən küknar ağacını eyni adla dediyini görürük. Yəni biz necə ki Novruzda xonça bəzirik, orada isə demək şam, yolka, küknar ağacı bəzənməsi hadisəsi bizim qarşımıza çıxır. Çox təəssüf ki, bizim tədqiqatçılar, tarixçilər deyir ki, ola bilsin ki, türklər Novruzu Səlcuqlu ilə tanıyıb, kimlər vasitəsilə Səlcuqlular gəlib Farsıdan tanıyıb. Lakin bu bayram martın 21-də keçirilir və səməni qoyuruq. Yenə artıq məcburan bir daha təkrar edirəm. Şəkərbura, qoğal, paxlava qoyuruq. Bu ritual heç bir xalqda yoxdur. Bu Farsda olmalıdır ki, biz bunu bundan alaq. Düzdür? Farsda keçənlə kosa anlayışı yoxdur. Keçən artıq dedim, keçini tərənnüm edir və keçid də oğlaq bürcünü tərənnüm edir. Qoç və buğa bürcünü tərənnüm edir. Yəni yazı tərənnüm edir. Bu Farslarda yoxdur. Demək ki, biz bunu formalaşdırmışıq və biz bunu Sibir Altayı yaşamış olsaq, əkinçiliklə məşğul deyiliksə, bunu formalaşdıra bilərik? Yox. Demək biz burada bunu formalaşdırmışıq. Və dolayısıyla demək türklər bir Nardoğan bayramı keçirib dekabrın 21-25-də, bir də martın 21-də Naruz, Yeni Qoraz bayramı keçirib. Daha sonra bunu 1926-cı ildə qərəzli formada Novruz olaraq bizim dil qrammatikamıza əlavə ediblər və biz oxuyanda orada iki söz axtarırıq. Nov və Rus. Əslində isə biz bunu elə dilimizdə Novruz deyirik. Düzdür? Doğru, bəli. Dediyimiz kimi də yazası olsaq orada V yoxdur. Bizim boynumuza qoyurlar yox, bu Farsdan gəlmədi. Yox, sən bunu Farsdan almısan. Farsda bunu deyəsi olsa Ruziya Nov deməlidir. Keçən dəfə də bir sual vermişdim.
Türk dünyası İslam adı altında birləşməlidir. Belə bir sual vermişdim mən sizə. Bəli. Mənə bir çox dost yazdı ki, siz sual vermişdiniz ki, Türk dünyası İslam adı altında mı birləşsin? Mən dedim hansı İslam? Və bu formada bir 5 dəqiqəlik danışığım var idi. Bəzi dostlar da təzədən görürəm ki, hansısa formada onu küs eləyib. Məsələ bundadır ki, yenə deyirəm, bizim əlimizdə nə bir Turan birliyi yoxdur, nə İslam birliyi yoxdur. Sən deyirsən ki, biz Türk dünyasını birləşdirə bilərikmi? Biz hamımız düşünürük, görən nə vaxtsa bunu görə bilərik. Yəni olmayan bir hal-hazırda utopiyadır, düzdür? Və biz fikirləşirik ki, biz türklər olaraq bunu görən hansısa formada birləşdirə bilərikmi? Və üstünə də bir də deyirsiniz, bunu İslam adı altında birləşdirmək olarmı? Burada mən İslama düşmən deyiləm. Mən İslam dininə inanan bir Azərbaycan türk vətəndaşıyam. Amma məsələ budur ki, biz İslam birliyini qura bilmişik. Yəni o digər dediklərimi təkrarlamaq istəmirəm. Sayda sual budur. Biz İslam birliyini qura bilmişik. İslamın içində fərqli çoxlu məzhəblər var. Şiə məzhəbləri var, sünni məzhəbləri var, təriqətlər var. Və o din adı altında min hoqqadan çıxan birliklər var. Bəli. İslama aid deyil, istənilən dində belədir. Amma biz vahid bir İslam kültürü, mədəniyyəti 14 əsrdə yaratmış ola bilmiş olsaydıq, deyərdim ki, get İslam birliyi altında birləş. Osmanlı 1-ci Dünya müharibəsində xəlifə Cihad Əkbər əmri vermişdi. Azərbaycandan belə ora köməyə gedənlər də oldu. Özbəkistandan gedənlər oldu. Nəm Hindistandan pul yardım olundu. Amma ərəblərin bir hissəsi Osmanlıla bir yerdə vuruşdu. Ərəblərin bir hissəsi Osmanlıya qarşı vuruşdu. Məkkə imamı Şərif Hüseyn ingilislərlə əl birliyi elədi. Fikrim aydındırmı? Yəni məsələ bundadır ki, doğrudan da İslam'a inanırıqsa və türk isə iki problemimiz var. Biz əvvəl-axır bir İslam birliyi qurmalıyıq və əvvəl-axır bir türk birliyi qurmalıyıq. Və yalnız bundan sonra bunun ikisinin bir yerdə sintez edə bilərik, bilməliyik, düşünməliyik. Amma əlimizdə iki böyük tarixi kültür var. Biri dini kültürdür, digəri qanla bağlı olan etnik, milli kültürdür. Düz? Lakin heç biri tam birlik formasını almayıb. Sözü məcburam təzədən bir də deyim, mən Azərbaycanda insanlar tanıyıram ki, zəkatı öz məhzəbinə görə fərqli ölkələrə göndərir. Sünni məhzəbinin başında ərəblər durur, düzdür? Deyəcək ki, birləşək. Şiəliyin də başında farslar durur. Sənə eşəcək. Deyirəm, mən istəyirəm kaş birlik olaq. Öz payıma istəyirəm kaş türklər böyük birlik olaq. Müsəlmanlar böyük birlik olar və bunun da üstünə bütün dünya insanları mehriban yaşayır. Bəli, Emin bəy, bunu istəyirsən. Əşət, mən sizi çoxdan qalım açmışdı YouTube'da. Azdan çoxdan məndə bir tarix savadım var. İzləmişdik, 10 dənə hardasa kanalınıza verişiniz baxdım YouTube'da. Dil barəsində biləm mükəmməl savadım var. Günlüləri biləm, indi Avromatik dil qrupu yox. Dil pardon, sadəcə mən maraqlıdır. Sizin təsiriniz dilçisiz. Xeyr. Mən iqtisadiyyat üzrə magistratura bitirmişəm. Mülkiyyətin sahəsi üzrə müdafiələşəm. Ən axırıncı stadiyada belə deyim, təsdiq eləməmişəm. Bu sahədə qardaşım 25 ildir araşdırma aparıram və onun da üzərinə, yəni dil kökü üzrə konkret bir nəzəriyyə yazmışam. Rəşid bəy, icazə varsa mən biraz sizə qarşı, sizin bu çıxışına qarşı olacağım. Sizə qarşı əks daşıyacağım. İnvestə. Mən istəyirəm konkret faktlar üzrə qardaş. Mən özümə Türkçə tarixdə pis yaxşı oxumuşuq bilik. Sizin bu çıxışlarınıza baxmışam. Mən bilmişsiniz dilçisiz. Sonra bəzi tarixçi dostlarla maraqlıdır. Yox, dilçi deyil. Sadəcə yəni həmişə siz hardasa rastlaşam, hardasa bir iki sual verirəm. Adətən bu dilçi həqiqətən çox qəliz bir. Bəlkə də dünya elmində ən qəliz qollardan biri dilçiyə. Sizin bu kök kəsləri hamısını gətirib bu Türkçə cayırsınız. Mən də Türkçə cayır. Türkçə alamır. Söz zamıram axı. Tamam eləsin. Rəşad bəy, son zamanlar. Sən qaçqa bir dənə sual versin. Son zamanlar bu deistlər ki, ümumiyyətlə son çox yaddaşlar, hər şey Türkçə bağlıqdan. Bir vaxt deyirən məsələ, bir xanımı deistdir. O da fanatizm danışır. Bu Elgün bəy. Hə, buyur. Mən deyil deyiləm, Rəşad bəy deyib. Ateizm din deyil, ateizm düşüncədir. Məsələ deyil, sualınızı verin. Ateizm də dindir. Allah yox da demək dindir. Allah vardı da dindir. Allah'a fərq görmədik. Mövzumuz deyil, sualımızı. Bizim bu yurttaçı verişlərdə baxanda mən başa düşdüm ki, dünyada ən qədim dil türk dilidir. Bütün dillər türk dilindən qopmadı. Aha, elə başa düşmüşəm, sən başa düşmüşəm, çıxa bilərəm. Hə, başqa sualımız var. Bir sual. Demək elə başa düşdünüz ki, mən demişəm ki, bütün dillər türk dilindən yaranıb. Okey, növbəti sual. Bəli. Var başqa. Yox, buna bir cavab verin. Yox, bu suala cavab verin. Bax, 2 kitab yazmışam.
Dil və inancın kökənə doğru. 5 baskı eləyib, əvvəl 140 səhifə olub, daha sonra 240 səhifə qədər elə bil mərhələlərlə artırmışam. Fərqli dillərə, alimlərə vermişəm o kitabı. Deyirəm ki, buyurun, etirazınız var, etiraz eləyin. Rəşad bəy, siz Rəşad bəy, Senin şahidliyindən imkan olsa, bir yerdə oturan adları da bir çəkərəm ki, bu kitabları kimə verim? Çünki mən yenə Rəşad bəy, deyirəm. gəlin. Yox, bir dəfə ki, sualınızı tamamlayayım. Göz eğer bir sual cevabı verse. Lakanit ol, ben lakanit ol. Çerçevelere çıkmayaq. Çerçevelerden çık. Lakanit ol. Kanip olsun deyəndə nə cür danışım yaxşı? Yox, mən bir də deyirsiz, mən də söylədim, Azərbaycanda şəxsən dil alimləri heç birinin %100 bilirəm, hamı çoxunu tanıyıram. İris bəydən tutmuş, Firdun ağa oğlusundan tutmuş, başqalarından Firdun tanıyıram. ağa, Zəfər Dənəşət Tayroğlu tanıyırsan yoxsa yox? İcazə verin də fikrimi tamam. Yəni bunların heç biri Yox, sual ver, cavab verirəm, təzədən şey edirsiniz. Onda bir zəhmət, təzədən danışın, bitirin, mən danışım. Azərbaycanda tənqid, nə dedin eşmə, başına bax nə deyirəm. Sualı verdim, davamlı danış, bitir, sonra mən danışım. Okey? Razılaşdıq. Mümkün öz belə kitab yazdı. Məsələn, mən bilirəm ki, dilçi deyil. Bu da Şumer mifologiyasından başlamış, tarixşünaslığından başlamış, Babil, Akkata hamısını çıxardı. Bir də tarix ki, dünya elmini Akkata. Tariyel bəydən mənə tariyel. Yox, ona görə dediyim dilçi olmayan adam, dilçi yox, olmayan tarixdə adam. mənə qardaş onu niyə danışır ki? Mən deyirəm, heç kim onun kitabı belə tənqid eləmirlər. 50 dənə səhv var, tənqid. Tənqid yoxdur axı. Mənə lakan danışırsan, tariyeldən danışırsan. Tariyelə niyə qulaq asaq? Azərbaycanda 100 dənə oğlan var. Bir-bir adlarını danışacağam, mən qulaq asacağam. Tənqidə görə. Mən dedim Azərbaycanda tənqid mən sual verdim. Qayıtdın kimi elə bilirəm ki, sən bütün dilləri türk dilinə çıxardırsan. Okey? Başqa nə fikir sözün var? Tariyeldən mən sübut edim bunu. Bütün dillərin kökü türk dilidir. Mən sübut edən inanım. Qardaş, sənin xəlvə dəyməsin hansısa problemi var? Hələ birinci deməliyəm ki, türk dilinə yaranıb, qulaq al. Məsələn, danışırsan, sual verdin, cavab verirəm, sonra özünə qızışırsan. Mən sübut edirəm. Hələ birinci mənim nə dediyimi bilməlisən. Sən mənim neçə videoma baxmısan? 10 dənə videoya baxdım, nə bəsədir. Mən neçə video paylaşmışam bilirsən sən? Çoxdur, yalan. Mən görürəm hamı. Yaxşı, mən 400 video paylaşmışam. Sən 10 videoya baxmısan. Hələ bir fikir formalaşdırmam beynində. Hələ bir mənə də qızıqlanırsan. Sübut elə. Belə bir ədalət olur, belə vicdan olur. Yaxşı, elmə qardaşım, sən öz yazdığı sübut elə. İndi onda sualı tamamladın. İndi olarmı normal təzədən bax, eyni qaydada indi mən sizə cavab verim. Olar? Buyur. Daha sağ ol. Əziz qardaşım, mən dilin, inancın kökəninə doğru kitabını yazmışam. Fərqli dilçilərə vermişəm. Daha sonra onu mərhələlərlə artırtdırıb, daha sonra 2003-cü ildə dilçi alimlərin adını da deyərdi. Mən dilçi alimlər %90. Məsələn, Firidun Cəlilova vermişəm. Nizami Cəfərova vermişəm. Oldu mu? Bəli. 2003-cü ildə Dilçilik İnstitutunda həmin o birinci kitabdan konferans vermişəm. Oldu mu? Hə? Mən gedib bu dəqiqə tip institutunda konferans verə bilərəm? Azərbaycanda ha. Yox, Azərbaycanda fərqi nə? Mən tipdən nəsə bilirəm, mən gedib orada nə verə bilərəm ki? Mən o dilçilik institutunda da konferans verməmişdən əvvəl 2 etapdan keçmişəm. Nadir müəllimin yanında danışmışam. Ora Həlimə idi, Hədimə xanım idi bilmirəm. Baba Mühərrəmli gəlib. Daha sonra onlarla ayrıca danışmışam. Ondan sonra qərara gəliblər ki, bəli, mən konferans verə bilərəm və həmin konferansı danışmışam şərhsiz formada, nöqtəsini kəsmədən YouTube'a paylaşmışam və mənim orada danışdıqlarımın bir kəlməsinə etiraz olmayıb. Özləri üçün bəziləri qışqırıb, bəziləri nəmləyib, amma mənim dediyimin bir kəlməsi etiraz olmayıb. Aydınmı? Və 2003-cü ildə həmin o kitabın çapından sonra bax 616 səhifə əziz qardaşım. A4 formatındadır bu kitab. Görürsən qalınlığını? Bu kitabı çap elətmişəm. Və onun da üstünə təzədən videolar eyni ilə hissə verirəm ki, o baxmayanlar, almayanlar, maraqlanmayanlar heç olmasa o cür baxsın. Və xətirvə dəyməsin, çıxıb qışqırırsan ki, sübut elə. Qardaş, 400 video paylaşmışam da sübut nətər olur? Baxmamısan, gəlib gözümü açın belə zorla deyim, bax. Məqal var ki mən. Mən kitab yazmışam, almamısan ki, gör nə deyirəm. Azərbaycanlısan da, türsən də, yazıcıya nə tür dəstək olurlar, gör nə deyirəm. Almamısan ki. Bax, paylaşıram, baxmısan, baxmamısan ki. Elmi ədəbiyyatda tarix qardaş olmaz. İndi qulaq as. Mən də keçirirsən deyən istəyə. Təsdiqini tapmır axı. Ay qardaş, qulaq as. Neçə adamsan, sən mənim danışdığımı bilmirsən, deyirsən təsdiqini tapmır. Adamda vicdan yaxşı şeydir. Niyə Sən qışqırırsan? mənim dediyimi bilmirsən, nətər deyirsən təsdiqini tapmır. Niyə qışqırırsan? Çünki deyirsən təsdiqini tapmır. Özün deyirsən qulaq asmamışam. Qulaq asmadığın şey nə cür deyə bilərsən təsdiqini tapmır. Ədalətsizlikdir axı. Sual vermirsən, sualıma cavab verin. Amma araya girdin, tarixdən danışdın. Deyir qardaş, danış, bitir, sonra cavab verim, sonra nəysən danış. Və bu kitabda da göstərirəm ki, qardaş, ilk dil
9 baza samit səs, 4 baza sait səsdən yaranıb və bütün dillər bu dillərdən yaranıb. İki səsli sözlərdən. Sait samit, saiti samitin sağına keçən 9 baza samit səs, 4 baza sait səs üzrə. Mənim 1 saat danışdığım video 10 gün montaj olunur. Subut olunsun deyə. Səni kimi əziz bildiyim, doğma bildiyim Türk dilini bilən, Azərbaycan dilini bilənlər baxıb başa düşsün deyə. Amma mənə sübut elə deyə bilməz, çünki onu deməyimizdən əvvəl o vicdanla birinci baxmalıdır, görsün mən nə danışıram. Və burada da göstərirəm ki, bu dillərdən bütün dünya dilləri ayrılıb və mən bildiyim dillər üzrə Türk dilini yaxşı bilirəm, Rus dilini yaxşı bilirəm, İngilis dilini yaxşı bilirəm, Ərəb dilini qrammatik olaraq yox, sözlər olaraq xeyli hissəsini bilirəm, lazım olan hissəni araşdıra bilirəm. Fars dilində xeyli sözlər bilirəm, lazım olanını müəyyən dostlardan soruşa bilirəm. Mənbələrcə müəyyən Şumer sözlərini bilirəm və bunun üzərinə təhlil aparmışam. Və göstərirəm ki, 2-2 səsli söz birləşib 3-4 səsli söz yuvası formalaşdırır və bu söz yuvası feillərinə görə, isimlərinə görə, şəxs əvəzliyinə görə, saylarına görə Hind-Avropa dilləri, Hami-Sami dilləri və Türk dili olduqca eynidir. Və bu təhlillərdən sonra da deyirəm ki, Türk dili bu səbəbdən Ural-Altay dilinin alt qrupunu yaratmış bir dil ola bilməz. Ulan asma yenə sözümü kəsirsən. Ben yenə sözümü kəsirsən. Qardaş sözümü kəsirsən. Ay öz-özünə niyə danışırsan, sözümü niyə kəsirsən? Mikrofonu aladım. Dialektik dil nətər eyni olur? Ha qardaşım, mən sözümü danışıb tutarım, sən mənim danışdığımı tamamlamağa qoydun, nədir sübut edirəm mən sən? Mən sənə hörmət edib danışırım, mən sənin kimsinə heç danışmaya bilərəm. Sən məndən elə danışırsan ki, elə bil sən mənim müdürümsən, mənə pul verib işlətmirsən, deyirsən, hanı mənim işim? Və qayıdıb deyirəm ki, ona görə Türk dili müstəqil dildir. Və mənə sual verirsən, indi sualımı ver. Yoğun söz düşdü, getdi özü. İndi. Nə dəxli var Türk dili? Mən burada bax yazıb İngilis dilinin də kökünü göstərirəm, Rus dilinin də, Ərəb dilinin də. Amma həqiqət görmək lazımdır, həqiqəti bilmək lazımdır. Dinlə bağlı heç bir söz demədim. Mən sizə oxuduğum, mənə tədris olunan tarix kitabları əsasında, yəni yox, mən xanım, siz burada tədris olan faktları dediniz. Orada bir məsələ yoxdur. Sadəcə Orada bir məsələ yoxdur, xanım. Tədris olunan tarixə əsasən, mən deyirəm 12.000 il bundan əvvəl bayram olmayıb adamlarda. Fikirləşirəm. Ola bilər ki, Göbəkli Təpə tam araşdırılandan sonra, orada artıq məsələn tarixi fakt çıxacaq ki, bəli, mezolit dövründə insanların bayramı olub. O ola bilər. Araşdırılandan sonra o həqiqətdə ortalığa çıxa bilər. Mən nə deyə bilərəm ki? Yəni indiki dövrə kimi bizə bunu tədris edirlər də. İndi bir 10 ildən sonra başqa bir tarix yazılacaq. Sizə bir söz sual verin də xanım. İndi kimi sizə bu tədris edilibsə, sizə sual verirəm. Bu tədris edildiyiniz düzdürmü yoxsa səhvdirmi? Düz ola bilər, səhv ola bilər. Bunu yəni bir adam yazmayıb, baxı 10 adam yazıb. Yəni yenə də deyirəm, bax Göbəkli Təpə çıxana kimi bu tarix düz sayılır. Göbəkli Təpədən sonra deyirlər tarix dəyişəcək, belə olacaq, elə olacaq. Ondan sonra dünya alimləri nə deyəcək, onunla da yenidən tarix kitabları dəyişəcək. Dünya alimləri bəlkə elə öz hissələrinə görə, şəxsi hissələrinə görə deyə bilərlər ki, məsələn. Yox, bu o deyil. Çünki Türkiyə ərazisində olan türk tarixçiləri də var axı. Başa düşdüm xanım. Dünya alimləri tarixçiləri deyir ki, biz 1071-də gəlmişik. Onlar sizin o bizim dərslikdə olan Lulubi, Kuti tayfalarını, Su, Kəngər, Naxçı tayfalarını qəbul eləmir. Türk olduğunu qəbul eləmir. Azərbaycan üzrə də qəbul eləmirlər. Yəni Azərbaycana bizim dərslikdə var axı, dərslikdə keçiblər və orada da qeyd edir ki, bunlar türk tayfasıdır. Yox, biz yəni Türkiyə tarixi kitablarında yazır ki, Azərbaycan ərazisində də 1071-dən gəlmədi. Onu elə qeyd edirlər. Yəni Bəli. Onların dediyinə görə biz türkləşmiş etnik qruplarıq. O haqqı kim görüb ki, onlara? Sən axı sən məsələ odur da, problem odur da, ay xanım. Bir mənə vurğun söylədim xanım. Azərbaycan öz tarixində əgər ilk türk dövləti kimi Aratanı qəbul edibsə, eramızdan 3-cü ilin birinci yarısı. İlk türk dövlətidir Azərbaycan. Dövlətçiliyimizin əsasıdır da. Yəni ondan sonra gəlir Lulubilər, Kutilər, Turukgilər, Sular, sonra Skif tayfalar Şimali Azərbaycanda. Yəni bunlar varsa da onlar saqları da türk olaraq qəbul eləmir. Yox, onlar hamısı türkdürlər. Dünya alimləri qəbul edir. Xatırlayırsınız, mən dedim, Azərbaycan heç olmasa cəsarətlidir. Bunlara türk deyir. Türk onu qəbul eləmir. Onlar deyir ki, türklər Sibirdən gəlibdir hamısı. Dünya Sibirdən gəlibdir hamısı.
Amma Bilsiz o uji art ifrata varmaqdır. O uji ifrata varmaqdır. Bəli, var Çünki da bir fəta. yəni bundan qabaq yenə deyirəm, bu Şumer mixi Akkad yazılı abidələri var da. Yəni Azərbaycanın o cənubundakı Arat dövləti ilk dövlət qurulmuşdu da, eramızdan 3-cü milin 1-ci yarısı. Onun haqqında bütün məlumatlar Şumer mənbələrində gedir. Bəli, dastan var. Hətta dastanlarda adımız qeyd olunurdu. Arat da Bəli, hökmdarı, Enmerkar və Arat da hökmdarı. Enmerkar Bəli. da olub, Şumerdə hökmdar. Bu Bəli. ərazi ilə əlaqələrimiz olub ki, hətta o İnanna dedizi, İnanna ilahəsinin adını çəkdir. Bəli, O Arat dağlar İnanna ilahəsinə sitayiş eləyirdilər. bəli. Bu, yəni hamısı mixi yazılı abidələr var və mixi yazılarını da oxuyan alimlər var, dilçi alimlər var. Biz oxuya bilmirik bunları, düzdür. Amma dünyada oxuyan alimlər var da bunları. Yəni bunlar Xanım, faktlar da yalandır. Bunlar oxuyur, amma həmin o Arratdanı türklə əlaqələndirmirlər. Yəni həmin o Avropada, o kənar demək alimlər əslində onu türk olaraq qəbul etmir. Arratdanı türk olaraq qəbul etmir. Məsələ ondadır. Bəli, bəli. Mövzu Onlar türk olduğunu qəbul etmirlər. Amma lap elə Aratdanı qəbul eləməsələr belə, Lulubilər, bir də Kutilər, bir də Turukkilər, ən vacib bu türk, Turukkilər də. Turukkili də qadirdir, biz bilmirik kimdir. Baxsaz görəcəksiniz, Göytürklərlə başladırlar tarixi. Biraz insaflılar Hunlarla başladır, onlar deyir Hunların da Görün neçə əsrin tərkibini tarixi dəqiq bilmir. yeyilir, ortada gedir. Neçə əsrin tarixi dövrü ortada yeyilir. Bəli. Yəni yaxşı, bunlar Məsələ da nə onlardır. xalqlar olublar, nə tayfalar olublar. Bunların dediyinə görə biz 10 min çadır gəlmişik bura, burada yaşayan bütün hamını türkləşdirmişik. Türkləşdirmişik. Bəli. Gülünç. Sonra da deyirsiniz ki, Turan birliyi yaradılsın. Hə. Bu Mən formada. xanıma o keçən dəfə Hüseyn bəy sual verəndə dedim ki, bizim üçün birinci milli ortaq şüur formalaşmalıdır. Bu olmasa o dediklərimizin heç biri olan deyil. Məsələ də budur ki, bizdə bu milli ortaq şüur yoxdur. Görürsən, həmin o yoldaş kim idi, bilmirəm, nəçi idi. Sual verir, sualın cavabını eşitmək istəmir. Sonra nəm Tariyeldən danışır, sonra nəm Kinan danışır. Sonra cavab vermək istəyirəm, qulaq olun. Mən sübut elə deyir. Elə şey eləyir ki, mənə pul verir. İndi ki, nəzəriyyəvi sübut elə, yoxsa pulumu geri alıram. Ərşən, çox sağ olun. Bu qızıl vaxtınız ayırdınız. Bildiyimə görə də sizin xəstəsiniz, yəni xəstə halınıza gəlib imzalı yarı qatıldınız. Çünki mən sizə bildirdim ki, bu məsələ nə qədər vacibdir. Çünki bu Novruz bayramı ərəfəsi artıq bir neçə verslər hazırlanır. Bu verslər məsələsində biraz bu biz istərik ki, bizim də bir sürəşimiz olsun. Buna görə çox sağ olun. Yəni bizim qatqımız olsun da bu yerdə. Ona görə bizə gəlməyiniz. Buna görə də çox sağ olun. İnşallah gələcək söyləklərimizdə yenə irəlilək gizlədilmiş tarixini ilə Sağ ol, gecəniz xeyir. Bayramlar var. Siz bilirsiniz ki, Rəşad bəy, mən gizlədiyim tarixin elə bir asılımız üzrə sizin izinizlə edirəm yəni. Bu biləsiniz. Bəli, var olun. Çox sağ olun.